Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. 268-ci bölümü başlayıram. Hardan? Cəhalət mühəndisliğinə qələbə bölümündən başlayıram. Bunu əvvəldə deyim ki, dostlar bəzən məndən cilayə edirlər ki, niyə gündəlik qonuları danışmırsan? Gündəlik qonuların ən önəmlisi Cümhur İslaminin getməsidir. İranda millətlərin ayağa qalxıb Cümhur İslamını yıxmasıdır və hər millət öz dövlətini qurub saxlamasıdır. Bunu qısa sözlə deməlidir, çünki insanları tutmamaq gərəkir və mən onları çox qısa yazıram, 10-15 sətirdə çox olsa, bir dəqiqə yarıma oxumağa, yəni bu qədər qısa yazıram və yayıram. Məncə, Güney Azərbaycanda, Qəşqayıstanda, Türkmən səhrada türklər radio televizyonları almalı, fərmandarlıq, ustandarlıq, Sipah Pasdaranın, Ərteşin, Niru İntizaminin, İttilaatın, Mərakizini almalı və hər yerdə ki, radio televizyon hangi şəhərdə ələ düşdü, o şəhərin milləti bura Azərbaycan, Güney Azərbaycan, Türk Cümhuriyyəti deyə bağırmalı və dövlət, millətləri, insanları dəvət eləməlidir. Çıxın, milli hakimiyyətinizi qoruyun, dövlətinizi qoruyun, vətəninizi qoruyun, bunu elan eləməlidir. Hər şəhər öz başına mənim nəzərimə bir müsabiqə olmalıdır. Hangi şəhər tez radio televizyonu alacaqdır, tez Cümhuriyyət, Türk, Azərbaycan, Güney Azərbaycan, Türk Cümhuriyyətin, ya Qəşqayıstan, Türk Cümhuriyyətin, ya Güney Türkmənistan, Türk Cümhuriyyətin elan eləyəcəkdir və tarixdə onun adını yazılacaqdır. İndi burada hətta kimlər bunu yazdıracaqlar özətlərin. Yəni, bu istiqlal qurmaqda məmulən bir iddə insanlar öndə gedəcək və onların adları olacaqdır. Tarixdə onlar qalacaqlar ki, Güney Azərbaycan Türk Cümhuriyyətin, ya Güney Türkmən Səhra Türk Cümhuriyyətin, ya Qəşqayıstan Türk Cümhuriyyətin filan kəs, ya filan kəslər radio televizyonu ələ keçdilər, filan kəs yazdılar bəyanı, yəni filan kəs oxudu televizyondan, ya radiodan. Hər ikisindən də oxudu məsələn. Məncə bu tarixdə hər kəsin adına yazılsa, o tarix boyu Allahın rəhməti və millətin rəhmətin, sevgisini qazanacaqdır. Mən bunu, nə deyərlər, Allahdan istərdim özüm bu işi görə bilim, amma təəssüflə mən vətənə hələ gələ bilmirəm. Umaram ki, vətənin yolu açıla bizləri ki, qürbətə getmək zorunda qalmışıq, seçməmişik. Bizlər də eləyə bilək vətənə qaydaq və vətəndə yaşayaq. Heç olmasa orada yaşamağı istərəm. Bu cələsə ki, burada aparırıq, bu əslində özümü gəlişdirmək cələsəsidir. Yəni, mən türklük bilmirəm, mən türk dilini bilmirəm, mən türk tarixini bilmirəm, mən türk insanının düşüncəsi ilə tanış deyiləm. Mən təəssüflə İranda bu 60 ili Allah verən ömrü farsların dedikləri yalanlarla yekəlmişəm. Mən yalan dünyası olmuşam. Hamımız yalan dünyasıyıq. Mən indi belə ayrılmışam ki, gərək qeydaq və türk olaq və türk kimi yaşayaq. Həm də o türk ki, keçən 200 ildə yox, keçən 250 ildə yox, keçən 300 il, 400 il, 500 il, 600 il, 700 ildə yaşayıbdır və yaşadıkların, düşündüklərin, anlayışların, görüşlərin, ixtiraatın, iktişafatın, yaradıcılığın, aydınlığın, ziyalılığın, gələcəyi görməyin, hesabın, kitabın, müxtəlif sahələrdə, hüquq olsun, toplum olsun, siyasət olsun, fəlsəfə olsun, elm olsun, tibb olsun, dava dərman olsun, bunların hamısında və mühəndislik olsun, şəhərsazlıq olsun, hüquq olsun, bunları yazıbdır və bunları irs olaraq bizə saxlayıbdır, amma biz bu günləri hər bir müqavilə istirik danışaq, deyirik ki, bu məsələn Avropalılar yazıblar. Elə bir ki, bizlər məsələn keçən minlər illərdə səmərsiz söyüd ağacıymışıq.
su qırağında öz-özünə bitmişik, məsələn, orada da qalmışıq. Belə deyildi. Hər bir dövlətin qurması üçün onun təməli düşüncələrdir. Düşüncələr əvvəl yekəlir, yetişir, sonra o düşüncələr dövlətə çevrilir. Gücə çevrilir. Gücü əldə etmək üçün əvvəl bir teorilər lazımdır. Mən indi məsələn bunu mənim əsli teorim gücdür. Bunu da nümunəsin mənim bu teorini ortaya qoyandan sonra Trump'ın ikinci mərhələsi seçildi. Mənim teorimdə güc hər şeydən önəmlidir. Hər şeydən önəmlidir. Hətta Allah güc əsasında Allahdır. Allahın zoru çatmasaydı şeytana ya o birisi Allah deyirlər onlara, Allahlığı bəlli olmazdı ki. Allahın gücü olduğu üçün Allahdır. Gücü vardı, yaradır və o gücü bizə müntəqil eləyibdir. O gücü özü deyir ki, nəfəxtu fihi min ruhi, mən öz ruhumdan sizə verdim. Biz də Allaha tay yaradıcıyıq. Əgər Allaha inanırsaq, yaradıcı olmalıyıq, ixtiraçı olmalıyıq, ibtikarçı olmalıyıq, düşüncə yaratmalıyıq, yeni fikirlər yaratmalıyıq. Bunu biz əgər şey eləsək, bu cür getməliyik. Hər halda Türk dünyasında belə bir düşüncələri bizi qoymayıblar görsənək. Mən indi bu proqramlarda özümü inkişaf elətdirməyə, türkləşdirməyə, türklərlə tanışmağa aparıram. Amma Güney Azərbaycanda, İranda gedən hərəkət haqqında da yazılar, qısa yazılar yazıram. Instagramda, WhatsAppda, Telegramda, TikTokda və onlarda o cür kimi milyonlarda ki imkanım olur. Onlarda da onları qısaca yazıram. İndi də burada dedim, məncə ən önəmli bir şey ki, bu günləri Azərbaycanda, Qəşqaistanda, Türkmən səhrada eləmək olar. Budur ki, radyo, televizyonlar qoymayaq, dövlət yandıra ya dövlət tərəfdarları yandıra. Çünki bilirlər, radyo, televizyon yansa, biz millət ilə danışa bilməyəcəyik bu rahatlıqsa. Biz radyo, televizyonu almalıyıq, onları ələ keçirməliyik, sağ saxlamalıyıq və oradan millətimizlə danışmalıyıq. Hər şəhərdə, fərz edin ki, Ərdəbil, Zəncan, Təbriz, Urmiyə, kiçik şəhərlərimizdə radio varsa, böyük şəhərlərdə, Tehranda, nə bilim, Kərəcdə, hər yerdə ki varsa, Qəşqaistan şəhərlərində, Şirazın ki filanın, ələ keçirməli və oradan Türk Cumhuriyyətini elam eləməlidir. Bu ən böyük xidmətdir ki, eləyə bilər bir türk ya bir neçə türk türklərə eləsin. Küllən türk dünyasına bu köməklik olar. Mən bunu ürəkdən istəyirəm, arzu edirəm. Özüm də orada olsaydım, inanın ki, bunu eləmək üçün ayağa qalxardım və canı şərəflə bir neçə dostumu bu qonuya hazırlardım və bu həyəcanlarda, bu savaşlarda bu işi görərdim. Və bu adı özümə tarixdə saxlardım. Səttarxan əgər indi məsələn bir ad, hər halda Səttarxanın mən şeylə danışmayım. Əgər bir adı varsa o cəsarəti üzünədir. Əgər pişəvərinin bir adı varsa o cəsarəti üzünədir. Bir nəfər buradan savadına baxmayaraq, yerinə baxmayacaq, çıxacaqdır orada çox sadə radio televizyonu ələ alacaqdır və mikrofonu açacaq, deyəcək ki, bura Təbriz, ya bura Urmiyə, ya bura Zəncan, ya bura Qəzvin, ya bura Həmədan, ya bura Ərdəbil, ya bura Tehran Türk Cumhuriyyətin elam edirəm. Bu ləhzədən Türk dövləti ayağa qalxacaqdır. Tamam Türk dövlətlərindən də istəyirəm gəlsinlər, bizi istiruq gəlsinlər, ordu şəkildə, strateji şəklində bizdən himayət eləsinlər, düşmənlərin qarşısında dura bilək. Bunu elam eləyəcək, şəhid olsa da olsun, olmasa da olsun, o söz millətimizi gətirər xiyabanlara, millətimiz müsəlləh eləməyə dəvət eləməlidir. Millət çıxın, dövlətinizi silahlanın, dövlətinizi qoruyun, vətəninizi qoruyun, istiqlalınızı qoruyun. Orada istiqlalı elam eləyəcəkdir. Bir şəhərdə o şəhərin adına bütün Azərbaycanı, bütün Qəşqaistanı, bütün Türkmən səhranı istiqlala çağıracaqdır. Hətta irəli getsən belə, eləyə bilər buna görə ki, İran dövlətini daha zəiflədə, eləyə bilər ki, ərəbləri, bəluçları, bəxtiyariləri belə istiqlala dəvət eləyə ki, qalxın ayağa, istiqlalınızı elam eləyin və beləliklə qurtara iş. Hər halda, amma bu günün gedək görək ki, Cəhalət mühəndisliğinin 268-ci bölümündə hangi kitab bizim
ürcahımıza çıxır ki, onu oxumaqla biraz türk dünyasının yaradıcılığı ilə, insanının gücü ilə tanış olaq. Dünənləri bir kitab oxuduq. Həm də dedik ki, Qəzzaq türkcəsinə bənzir, Üzbəkilər türkcəsinə bənzir. Cuğatay türkcəsinin də hətta deyə bilirəm ki, o bəlkə elə odur. Mən üçün Cuğatay türkcəsi çox oxumadığım üçün eləyə bilmirəm kitablara görə bir şey eləyim. Kitabın adı Xərabatidir. Məsnəvi Xərabati. Xərabati addır. Yəni Xərabatinin məsnəvisi desək daha yaxşı olar. Türk dilində dedim Cuğatayda 400 neçə səhifədən ibarət idi. Onu bir açarıq görər. O kitab görürük ki, tamam, burada da gəldi. Bəli, 2 dənə də bunu bağlayaq. Bu birisi açıldı. Bu kitabı tarixin tapdıq. Son səhifələrdə bu səhifə görürsünüz. Son səhifədir. Burada kitabın tarixini tapdıq. Yazanın adını tapdıq. Burada tarix yazılıbdır. 2 dürə tarix yazılıbdır. Mən o tarixləri açdım. Birinin üzünə ki, əbcəd hərfləri ilə yazılıbdır tarix. Möhtəməm deyə şey eləyibdir. Tarix qoyubdur. Bu tarixə baxanda bəlkə də li möhtəməm olar, lığın qoymamışdıq. Bəlkə elə o cüs olsun. Amma hər halda 525-ci il ilə 585-ci il arasında yazılmalıdır. Özdə hicri qəməridən danışırıq. Amma bu kitabın özündə, bu aşağıda ki görürsünüz, bu sağ tərəfdə tarix ki veribdir, 145 deyə bir tarix qoyub burada. Bu da bu cür olsa 900 1300 ilə rast gələr. Amma bu kitabın haqqında da bir araşdırma verdik bu ChatGPT-yə. ChatGPT deyir ki, bu kitab məsələn hududən 400 il öncə yazılmış bir kitabdır və Türk dünyasında, Qəzzaqistanda, Tataristanda, Üzbəkistanda, Türkmənistanda, bunlarda yaygın bir, Uyğuristanda yaygın bir kitabdır. Yaygın bir şəxsiyyətin adıdır. Yazar, biz tapdığımız burada yazılan şeyin üzərinə Molla Məhəmməd Seyidxan adlı bir adamdır. Əbdullahi deyə burada sonda, kitabın sonunda burada görsənir. Aşağıda midatla, fərqli midatla Əbdullahi yazıblar və Xərabati də şeirlərin sonunda işlətdiyi addır, yəni şeir adı da Xərabatidir. Hər halda bu kitabı dünən tanış olduq. İrfan haqqında, əxlaq haqqında, yaşam haqqında bir kitabdır və oxumalıdır. Amma təəssüf olsun ki, heç olmasa ən azı budur. Yəni indi bunun məfhumu ilə, mühtəvası ilə nə qədər müvafiq, müxalif olarıq, o başqa bir şeydir. Amma bu türk dilinin bir xəzinəsidir. Türk dilinin, türk sözünün xəzinəsidir. Eyni o Quran ki, bir ayrı gün, yəni bir iki gün öncə ondan tanış olduq və oxuya da bilmədik. Onun da türkcəsi buna bənzər ya da elə buydu. Bu dildən idi. Ehtimalən Cuğatay ya Üzbəkistanu, Üzbəkistanu, Tataristanu, Uyğuristanu, Qırğızistanu, bu dövrələrin, Türkmənistan bu dövrələrin yazı dil ləhcələrinə çox yaxın bir Quran idi. Amma o da türk olduğu üçün, çox xalis türk olduğu üçün və mən də xalis türkü bilmədiyim üçün və o ləhcədə tanışlığım olmadığı üçün eləyə bilmədim onu da oxuyam. O da çox mühüm idi. Amma gedək bugünkü kitaba baxaq. Bu günləri burada 2 kitab açıram. Umaram ki, bu 2 kitabı eləyə bilək, heç olmasa birini qutaraq. Amma görək ki, hansısını oxuya bilirik. Mən bu xərabatı bağlayayım və bu 2 dənəni açım. Burada bir kitab açdıq. 566 səhifəlik görsənir PDF-də və Hüseyn Əl-Məruf deyə yazıblar. Bunun da 1710 yazıblar. Yəni miladi ili ilə yazıblar üstdəki tarixi. İndi
2026-cı ildir yox, hər halda bunu il hesablamalıyıq. Bundan çıxsaq 1710-u çıxsaq, bu kitab 316 il öncə yazılmış görünür. Əvvəl bu kitabın bir şeyinə baxaq, görək ki, nə böyüklükdədir. Elə bir ki, bu kitab Berlində saxlanır. Çünki orada əvvəlcə Almanca yazılısını gördüm, sonra Berlin sözünü gördüm. Oradan bilirik ki, Berlin. Sonra burada ərəbcə bir şeylər yazmışmış, ərəb-türk əlifbası ilə. O da təəssüflə olsun ki, oxunmur. PDF-də o görsənmir və Almanca olduğu üçün mən də onu eləyə bilmirəm. Məsələn, burada bir ədədlər də görürük, amma Almanca olduğu üçün eləyə bilmirəm. Kitabın adı nədir? Kitabın özünün cildinin üstündə yazılan ad Tənqihut Təvarixi li Həzar Fən. Həzar Fən dedik, bir dənə şəxsiyyətin adıdır, çox böyük yazardır. Onun adıdır Həzar Fən Hüseyn. Əgər bilsəm, bu indi Tənqihut Təvarix. Yazan kitabın adı Tənqihut Təvarixdir. Tənqihut Təvarix nə deməkdir? Tarixlərin paklanması. Yəni bugünkü biz nəqdi halətdə intiqadi halətdə baxırıq ki, hangisi doğrudur, hangisi düzdür, hangisi düz deyil. Salam əleykum əziz dostlar. Onu bu Tənqih Təvarix o cür bir sistemlə baxır. Əvvəl kitabın adını yazaq. Tənqih Təvarix. Yazan kimdir? Yazar Həzar Fən Hüseyn olacaqdır. Yazmayıb burada. Həzarı da dal zeynə yazıbdır. Həzar Fən. Tarix 9 babdır. 9 bab. Yəni 9 babda yazılıbdır. Cümlə padişahların hekayətlərini söylər. Seylər kimi yazıbdır. Çox gözəl. 208 də burada nömrə vurulubdur. Kitabın üstünə bəllidir. Bunu bir nəfər türk yazıbdır. İndi buradan bu kitaba baxırıq. Kitabın cildini görürük. Kitabın köhnəliyi bəllidir. Ora burasına diqqət eləsəz, hər dörd güşəsi cırılıbdır. Kitabın cildi gön və müqəvvadan, kağızdan ibarət imiş ki, o da kartondan ibarət imiş ki, o da təqribən gedibdir. Kitabın üstündə də yazısı olsaymış, nəqşi olsaymış, o da görünmür. Çünki çürüyüb gedibdir. Kitabı açıb için görürük. İçi qırmızı göndən ibarətdir. Yenə bunun gönün iki tərəfinin arası qardondur. Onu xatırladım. Burada yazını görürük, amma bu yazı bir yazı yazıblar, cıqqılı kağıza yapışdırıblar cildə. Amma o nədir? Mən onu oxuya bilmirəm. Kitabın əsl adı buradadır. Görürük ki, çox bir gözəl xətt ilə Tənqihut Təvarix lə Həzar Fən. Həzarı da burada dal zeynə yox, R zeynə yazıb. Çünki hər yerdə də Həzar Fən deyə, yəni 1000 Həzar Fən mərhum özü də yazıb. Onu burada da bir ayrı adamların qeyd edərək baxarıq. Üstdə də yenə təzəşdən bir kiçik xəttinə, yenə aynı gözəl xəttinə Tənqihut Təvarix Həzar Fən mərhum deyə yazıbdır. Kitabın içini açırıq. Osmanlı dövrəsində yazılmış kitaba bənzir. Biraz fərqinə iki yerə bölübdür. Yazının üstün, Bismillahın yerindən üstün. Bismillah görünmür və Bismillahın üstündə məmulən bunun dövrəsi nəqqaşı olur. Osmanlı dövründə Bismillah yazılan yerin ya kitabın adı yazılan yerin özü ayrılır. Çarçıvə ilə nəqqaşı çəkilir, rəhlənir. Üstündə bir məscid günbəzi kimi günbəz çəkilir. Onun içi güllənir və rəhlənir. Gül çəkirlər və rəhlirlər, nəqqaşlıq edirlər və üstündən bir şeylər göyə gedir. Bu üç parçanı görürük indi, amma heç birisi rəhlənməyibdir. Onun üçün deyə bilərəm, kitab yarımçılıq qalıbdır. Amma kitabın yazısının dövrəsi çarçıvəyə salınıbdır. Çarçıvəndə içi rəhlənibdir. Ehtimal verirəm ki, ehtimal da verməyim, çünki doğrudur. Bu kitab 2-3 rəngdə yazılıbdır. Zeytuni rəngini görürük üstdə. Qərə rəngi də görürük. Qırmızı rəngində də bəzi kəlmələri yazıblar, onları da görürük. Kitabın iki tərəfində, hətta desək iki tərəfində aşağı, hətta üstündə də yer vardır ki, qıraq yazı yazılsın. Kitabı yazısı çox gözəl yazılıbdır. Elə bir o qədər gözəldir ki, mən ki türk dilində
savadsızam, oxumamışam, özəlliklə də bir neçə yüz il bundan qabağın türk yazısını oxuya bilərəm. Əl yazıdır. 3-cü səfiyyə gələndə görürük ki, o dövrəsində ki, çəkmişdilər, o da çəkilməyibdi. Və qələmdən də bir qırmızı damla düşüb, damcı düşübdü, çox cıqqılı bir damcı düşüb kitabın qırağında yeri qalıbdı. Qırmızı rənglər təəssüflə tarixdə yavaş-yavaş getdikcə özünün şeyini itirir. Səfələri vururuq, burada görürük ki, fehristi yazıbdı, deyə bilirəm ki, bu 1, 2, 3, müqəddəmədən sonra 4, 5-ci səhifədə fikir edirəm ki, fehristi yazıbdı ki, hangi səhifədə nə yazacaqdır. Və PDF-də görürük ki, hər bir PDF-in səhifəsi kitabın bir səhifəsini qoyub. Yəni, kitab ki, 566 səhifədir. Səhifə sayı yazsaq burada 566 səhifədən ibarətdir. Bunun da burada görürük ki, başlayıbdır. 3 səhifədə bunun şeylərini yazıbdır. Yox, davamı var. Davamı var. 5 səhifədə bu şeyləri yazıbdır. Hətta bəlkə yenə davamı vardı. Əl-Bab-ı Tasi, çünki burada Tasiə gəldi. Fəsl-i Aşir, Fəsl-i Tasi, Fəsl-i Aşir, Əl-Bab-ı Tasi indi burada gəlir beləsi və xatimə. Hər halda kitabı beləsi fəsli qoyubdur, fehrist. Dedik, kitabın dövrəsində şey yoxdur, nə deyərlər, çarçıvə yoxdur, çox gözəl bir xətt diləndir. Bunu zahirən elə yazmışmışlar ki, dövrəsinə çarçıvə çəksinlər, çarçıvə çəkilməyib. Ona görə deyirəm ki, naqis qalıb. Elə əvvəldə bir işi görüblər, bu kitab əldən çıxıbdır. Çox gözəl qıraqları, yəni yazının hər sətrlər bir-birinin üstündə elə bir xətkeş qoyublar, ondan yazıblar. Sonra da xətkeşlə dövrəsini çizacaqmışlar ki, cizməyiblər, elə beləsi qalıbdır. Kəlmələr, sətirlər bir-birinə yaxındır, kəlmələr bir-birinin qarnına giribdir, amma oxuna bilinir bir vəziyyətdədir. Xətti çox sevdiyim bir xətlərdəndir. Bəzi qıraqlarda görürük ki, yazı yazıblar, əcəba bunu oxuyanlar yazıblar, yoxsa kitaba yazar şərh qoyubdur. Mənim, məsələn, burada xəttdən nəzərimə gəlir ki, yazan yazmayıbdır və ayrı bir adam yazıbdır. Amma bəlkə də ola bilər ki, kitabın, çünki burada əslində xətt biraz qabaqçılara görə dəyişibdir, bəlkə də elə bunu o yazıbdır. Aşağıda da o cür görürəm, yenə burada bu birisi səhifədə də nəzərimə gəlir ki, elə kitabı yazan bəzi şeyləri qıraqda görüb ya yaddan çıxıbdır. Ehtimalən yazandan mənzum ola bilər bu nüsxə olsun, onun üçün deyirəm. Nüsxə ola bilər, onun üçün də bunun dövrəsinin qabların çarçıvələri çəkmiş ola bilərlər. Çünki xərc az çıxır da, yəni bir var ki, orada məsələn bir 2-3 gündə vaxt qoyaydılar bunun dövrəsinə çarçıvə çəkəydilər, nəqqaşlıq eləyəydilər, rəng eləyəydilər filan. Bir də var ki, yox elə onu, məsələn burada görürük ki, bu səhifə 81-ci səhifədə görürük ki, yazı orada, qıraqda bu yazıya çox yaxın, bəlkə də elə bu yazının özü, amma biraz kiçik xəttinə şey yazıblar, buna qırağa yazıblar. Əcəba bunu oxuyanlar yazıblar, yoxsa bu yazar yazıbdır? O sual yeridir ki, onu da əlbəttə oxuyanda adam təşxis verə bilər. Çünki imzalanıb, zahirən bunlar hamısında o yazı bir nəfərin əli iləndir, mən gördüyüm və hər şey ki yazıbdır, onun axirində bir imza qoyubdur. Əlbəttə, bəli, bir yerdə də imza dəyişdi, Darül Xilafə, bir dənə burada bir imza əgər olsa dəyişibdir. Hər halda bu kitaba su da geçibdir, azdan çoxdan su geçibdir, amma yaxşı qalıbdır, üst-üstə kitab, aha, burada cırılıbdır, bu iki səfə 110 və 111-ci səhifə, yəni bir səfəni cırıblar əşğadan, təəssüflə nədən ötürü səfənin əşğasından bir zərrə cırıblar, kitabın özünə irad gəlməyibdir, amma səfə cırılıbdır, ehtimalən bir şey ora ya tökülübdür, ya lazım olubdur, oradan çağaz cırmalı olsunlar. Bəzən adam əlin kəsir, bu olubdur, mənim özümə də görürsünüz, kitabın kağaz özü əli pis kəsər, tiğə kimi kəsər.
Bəzən o elə heç də əldə yoxdur, kitabı oradan cırırsan, bunu bağlayırsan, ehtimal verirəm belə bir ittifaq olmuş ola bilər. Zehnimə gələn odur yəni. Burada da görürük kitabın sonu biraz çürüyübdür, qıraqlar. Bu səhifələrdə görürük ki, kitab səhifələri bəzi yerdə çürüyübdür. Elə bir səhifə idi. Əlbəttə orada çürümək kimi görsənirdi. Əlbəttə qıraqları çürüyübdür. Yəni bir cuşəsi, heç olmasa aşağı cuşəsi kitabın çürüyübdür. Burada da yenə üst cuşədən çürümağını görürük. 141-ci səhifədə görürük ki, kitabın üst səhifəsi cırılıbdır, çürüyüb gedibdir. Bəzi yerdə də görürük ki, kitaba su keçibdir, kitabın kağızı qırışıb, yığışıbdır, amma o da ortada yazıya zərər verməyib orada. Xətti çox sevdim mən bu xətti, çünki oxuya bilərəm. Burada bir səhifəyə yetişmişik ki, onun da yenə başı çürümüşmüş, cırıblar, götürüblər. Bu birisi səhifədə indi kitabın özündə 79 yazılan səhifə, şeydə 162-ci səhifədə PDF-də görünən səhifədə cırılıb aşağıdan çürüyüb cırılıbdır. Onun çürüməsini görürük ki, çürüyüb cırılıbdır. Dedim, bu kitabın üstünə su gəlməyi da görsənir ki, üst tərəfdən su gəlib. Burada da bir şey dağılıbdır. Əldə bir şey içirmiş, dağılıbdır kitabın üzünə. Amma tez qurudublar, qoymuşlar kitaba çox xəsarət vursun, o da görünür. Təqribən hər 2-3 səhifədə bir görürük ki, bir qıraq yazı var. Onu da görürük, davam edirik. Biraz sürəti çoxaldıram, çünki istəyirəm tez qeydaq və başlayaq kitabı. Hələ indi yetişmişik yarıya, mən bunu görürük. Bu kitabın çürümağını görürük ki, bəzi səfələrdə çox çürüyübdür, cırıbdır, ya elə çürüyüb düşübdür. Amma niyə bəzi səfələrdə çürüyüb düşübdür, bəzilərdə düşməyibdir, onu da sual soruşmalıdır ki, əgər çürüyübsə, gərək hamısı çürüyəydi, yoxsa ola bilər bəzi səfənin keyfiyyəti daha aşağı imiş, o tez çürüyübdür. Məsələn, onu da bu qismətlərə gələndə biraz nəzərimə gəlir ki, qırmızının rəngi biraz çox qalıbdır ta o əvvəldəki bölümlərə tay. Burada nəzərimə gəlir ki, o imza ki deyirdim, o qoyulmayıbdır, amma xətt eyni bu xəttdir. Burada qıraqda görürük ki, həm qırmızı, həm qərə adlar, tarix ya şeyləri yazıblar. Çox gözəl. Hara fəth, hangi tarixdə hara fəth olub. Burada da yenə bir səfəni görürük ki, qıraqdan bir səfə çürümüş kimidir. Bunu belə cırmaq olmaz. Normalda kağız belə cırılmaz, amma çürümüş kimiliği görünür ki, çürüyüb düşübdür. Həm də çox, yəni burası daha çox irad görmüş idi. Amma qıraqlarda dedim də, yəni kitabın qıraqlarında çürüməyi görürük. Bəlkə mir yeyir, hətta kitabı mir yeyirmiş. O mür deyirik, bəzən mir deyirik. Qalıbdır ki, nə cür deyək, orası bilmirəm. Biraz sürəti çoxaldıram ki, kitabı tez qeydaq əvvələ. Bir də axırda bir tarix görsəm, o tarixi oxuyayım. Qeydib əlbəttə əvvəldən müqəddəməsini oxuyacaq ki, görək bizə bu kitab nələr deyir. 5-10 dana səhifəni vururam, gedir, sonra dururam, bir baxıram, elə bu qədər. Kitabın sonuna baxsın, diqqət buyursanız, kitabın sonunda, sonunda bir səhifə var ki, üstünə də kağız yapışdırıblar. Bilmirəm, bu birinci səhifə görsənir zahirən, çünki burada üstə 1 yazılıbdır. O, bəlkə o da Əl-Məlikü mən təşahədə mistaqimcə mübərhən ilə. Əlbəttə, bu ola bilməz birinci olsun. İlla ki, deyək, bu bir ayrı kitabdan yazılıbdır, ya da elə o əvvəlki səhifənin ikincidir. Bilmirəm, bunu baxanda görərik nədir. Qeydiruq dalıya kitabın şirazəsinin əksini görürük və orada gönün çürmağın, o tikiş ki varmış, səfələri tikmişmişlər, onu görürük biraz. Sonra kitabın yenə
bir ayrı zaviyədən, açıdan baxırıq kitabın səhifələrinə, görürük ki, su çıxıbdı, kitab su çəkibdi, kitab biraz o kağızlar əyiliblər. Əlbəttə ola bilər ki, əl ilə olmuş olsun, yəni əl təri də eləyə bilər bunu eləsin, amma çox sudan ola bilər. Gönü də görürük ki, gönün qalinliyini və onun içində olan kardonu da buradan görürük, kitabın cırılmasını. Burada cırıqlığını görürük. Şirazənin göstərir ki, gön nə cür cırılıbdır və içindəki olan o karton dediyimiz o da görsənir. Bir ayrı zaviyədən açıdan baxırıq. Bu da bir ayrı açıdan. Bu da bu kitab kif kimidir. Yəni ağzı qatlanır, gəlir, örtür. O cürsü görsənir. Onun əksini burada açıbdır, göstərir. Və burada da onun içindən göstərir. İçi qırmızıdır, eşiyi fərqli rəngdir. Nəqqaşisi var imiş, keçibdir, aradan gedibdir. Gəlir burada bir səhifə ağdır, içində bir cümlə vardı. 2, 3, 4, 5 səhifə ağdır və kitabın sonu. Kitabın sonuna baxaq. Görək ki, burada bir tarix oxuya bilirik ya yox. Bəli, burada bir tarix görürəm. Əlbəttə 2 yerdə tarix yazılıbdır. Onun üçün də bunu bu səhifəni əvvəldən axıra oxuyaq. Bir dana da üstdən baxaq, görək ki, buna görə bir şey. Təmməd. Qəd istirahə əndəlibut təqriri məd'uvvun bil həzar. Dedik də adı həzardır. Əndəlibut təqrir. Əndəlib tutid da. İstirahə istirahətə çıxdı. Əndəlibut təqrir əl-məd'uvvi bil həzar fən. Məd'uv olunmuş, çağırılmış, yəni adına deyilir, nə mənə? Həzarfən deyirlər. Həzarfən. Fi hazihir rovzətil məşhunə. Rovzə bağça. Bu məşhun bağçada. Bilətafil əxbari və səkətin min səkət görürəm. Bunu yazıya kəldək görək ki. Və səkətin min təsviyyətihi aləl أزرائي وروها حيث فتحت أجفان أكمامها للناظر وترجت بنشتها بعد أن اهتزت وربت وانتهبت من كل زوج بهيج للنظر الاعتباري والاستبصار في أيام عدتها ألو الأعداد إذ وقع في الرابع الطبقات من أيام سدح بها لقب الجامع بهزار. Hər halda buradan başlandı. Həzar adına deyir şeydir. İzkana ibtida'u tehriri vel kelam min seneye ihda ve semanine ve alif. Min. Alif mindir. Min yazı tarixi, yazı sağı yazın burada mən. Buna yazaq. Min alif semanine ve ihda 91. 1091 hicri qəməri min seneti ehda ve semanine ve alif fi gharreti muharremil haram ve haselel xitam. Burada başlayıbdı yazmağa. İbtida dedi de. İbtida təhrir. Burada başlayıbdı. Ve haselel xitam min seneyi selse ve semanine fil rabi'i ve işrine min şevval. Tamam. Ve hiye minel eyyami el alifi. Tamam. Tamam. İndi burada deyir ki, kitabın yazılmaq, baxın bu kitab ki 566 səhifədir. Bunun 5-6 səhifəsi cildinin açıq yerləridir. Ağ yerləridir. Əvvəldən, axirdən deyək ki 10 səhifəsi, heç olmasa beləsidir. Deyək ki bu 550 səhifədir. Deyək 16 səhifəsini qoyaq əslində ağ. Bu 550 səhifəni yazmağa hardan başlayıbdır? 1191-də başlayıbdır. 1193-də də qutarıbdır.
və həsələl xitamu min sənəti sələsə və səmaninə firrabi'i vəl-20 24 Şəvvalın 24-də sənəyi 93 yəni 1093-də və deyir və hiyə minəl əyyami əl-əlif minimci il 1093 yaxşı 1093-də də başlanıb qurtarıb. Tamam. Yəni bu kitabı yazmaq deyək 3 il vaxt aparıbdı üst-üstə. Məhərrəm elə bir şey ilin əvvəlidir, əgər səhv eləmirsən. Mən ərəb illərin bilmədiyim üçün, hicrət illərin nə cür başlanır, nə cür qurtarır, ayları hansısıdır, tərtibini bilmədiyim üçün onu çox danışa bilmirəm. Amma eləyə bilərik yazaq, yəni o da çox çətin bir şey deyil. Əvvəl bunu buna görə düz yazmışıq ya yox, yazaq ki səni ehda və səmaninə və əlif. Səni ehda, bunu çevirək əvvəl türkcə, ərəbcə eləyək. Səni ehda və səmaninə və əlif. Demək, bunu tərcümə eləsin, görək nə deyir. İbarət əlif یک tarix və ərəbi səbki Osmani sənə sal ehda 1 səmanin 80 yazıbdır. Mən üzr istəyirəm, bunu mən 90 dedim. Bu 80 80 olacaqdır. Tamam, bu iştibahımızı düzəldək. O tisə olacaq, düzdür, tərs. Pəs bunu burada düzəldək. 1081. Pəs 1081-də yazıya başlayıb 1083-də yazıdan qurtarıbdır və əslində 3 il bu kitabı yazmaq çəkibdir. Deyək ki, məsələn, indi ən aşağı gəlir, Türkiyədə neçədir? Bunu da yazıb buradan soruşa bilərik. Nə mənə deyirlər ona? Əsgəri ücrət. Əsgəri ücrət Türkiyədə neçə lirədir. İndi bunu da görək ki, əsgəri ücrəti də gətirsin, ondan hesablayaq. Çünki İranınki ilə hesablamıram. 24.300. Ba təvərrüm nəzir be 20 deyir ki, ehtimalən həzinə filan hudu bulandır və nabi guzarış cədid mümkün است be 28.000 lirə qalxa. Aha, bu ehtimalən ili yazıbdır. Əgər qutu ancam bir həzinə fədaxın bir rəftən və fəlani miqdar in həzinə sal filan است və nabi guzarış cədid mümkün است təvərrüm 280.000 lirə ehtimalən məbləğ pərdاختی این هزینه şəxs میشه تا سرباز را مثلا 28 gün 28 hesaplarmışlar ona göre. Hukuk nizamı istihdam resmi ərtəş başad این منظور تو حقوق ماهیانه نظام شاغل درجه حقوق متوسط یک سرباز شاغل حدود 6130 bu o değil. Pəs bunu şeyinki də həqiqət guzarış şudu حدود 3060 lir və peşini 9000 falan. برای افسران رتبه 7490 cəlibdir. Tamam, bu getdi ora, amma biz burada 24.000 tutaq. Hara getdi bilmirəm. 24.000 tutsaq ayda. Deyək ki, 24.000 lir ayda bir nəfərin ən aşağı gəliridir. Bir dənə də yazarın gəliri heç olmasa bir dənə sərhəngin gəlirican olar. Yəni məsələn mən burada istəsəm deyəm ki, yazaram beləsi də bir yazarın əsgəri ücrəti nə qədərdir? Görək ki, bunu nə yazır? Bir yazarın, bir qəzetçinin aşağı səviyyədə deyirəm, yuxarı səviyyədə hələ bunu tutmuram. Deyir ki, Dövlət Türkiyə Hərbi Dəstəmizri təyin eləyir 2026 həddəqəl dəstəmiz rüzani xalis lirə qəbul sənəvat küsur bamiyyat filan این کار برای کار رسمی روزمز تا حد 7 saat yarım deyir ki, hesab olur 7 saat yarım gərək işləyərlər. Əgər qeyri-rəsmi təvəqqə başlar miqdarı məmul bekar bəstəciyi dərət kar cərisədə filan روزمزد
həddəqəl qanuni 866 lirdir. 1000 lir ilə 600 ilə 1000 arasında deyir geçinir. 1500 xarici təxəssüsü. Deyək ki 1500 alsa, indi bunu mən istəyirəm bir iş görəm. 1500 gündə. Bunu zərb eləsək 30-a ya 31-ə gələr 46500. Bunu zərb eləsək 3 ildə 36-ya Amma mən burada bir iştibah elədim. Nə oldu? Niyə? Bəncə nəcür oldu beləsi? 1500 zərb eləsək. Aha. Zərb eləyəcək əvvəl 31 günə. Bu gələcəkdir 46000. Bunu zərb eləyəcəyik 12 aya. Gələcəkdir. Bu zərb eləyəcəyik bunu 3 ilə. Gələcəkdir 1 milyon 674.000 lirə. Bir nəfər 3 ildə kitab istər ki, kitabı əlindən yazsın. O zaman belə bir şey var. Yəni dedim, bu da aşağı səviyyədə qoyduq da bir dənə mütəxəssis, məmuli mütəxəssis qoyduq. Burada da yazıb məmulən. Tamam, bunu da ələ gətirdik ki, bir dənə mənim kimi bir zəif adam istəyə bir kitabın fotokopi eləyə. Bu 3 ildə bu kitabı yazsa, bir belə pul almalıdır ki, eləyə bilə yaza. Hesab edin ki, o zaman bu kitabın pulun, yəni bir dənə kitab bu qiymətə çıxırdı. Onun üçün savad çox bax idi. Çap savadı evə gətirdi. İndi burada hər halda tarixi burada çıxartdıq, amma görək ki, daxı nə yazıbdır. Və xitab və həsələl xitamu səniyyə 83 في الرابع والعشرين من شوال و هي من الأيام الألف تمام و قد انتهى الحرام والحمد لله على الإتمام و نبيه والآل والأولاد وعلى أصحاب أفضل الصلوات وأتم السلام من يد عبد الضعيف والأحقر المحتاج إلى الله الملك العلام محمد ابن حاج أحمد. Yazar kimdir? İndi yazarın adı, burada mən yazaq. Min yədil, harada qaldı? Min yədil əl-muhtac ilallah məlikil əlam Muhammed ibn əl-Hac Muhammed ibn əl-Hac Əhmədi Ənca Əhməd Əncahuma. Tamam, Əhmədin oğlu Hac Əhməd Əncahuməllahu Teala fil qəbri minəz-zəlami və edxələhumul cənnəti darussalam ma'a cəmi'il mu'minin vəl-mu'minat min xəvas vəl-əvam qəd vəqəl fəraq. Yenə tarixi yazdı. Və qəd vəqəl fəraqu və ətəmməl haram fil əvaxiri şəhr şəban əl-muəzzəm fi leylətis salis və 20 səni isna və 20 və mə'ətə və əlif. Aha, bu da bu. İndi diqqət edin, iki dənə tarixin arasında bir 100 il fərq oldu. Deyir ki, harda qutardı? Şəban-ı müəzzəmi fi leylətis salisi. Kullən buradan buyuracaq vəl müminatın yazandan sonra fi axiri şəhr Şəban, Şəban ayının axirində əl-müəzzəm fi leylətis salisi və 23-cü günü, Şəbanın 23-cü günü səni isna və 20 və mə'ətə və əlif 1122-də. Pəs bu da deyək ki, nüsxə tarixi. Bu bir tarixdir nüsxədən 1122. Nüsxə tarixi. Bunu da bu tarixdə yazıbdır. Ehtimal ola bilər. İndi yazar elə bilər o Həzar ola bilər. Dedik şeyə şeydir. Onu burada gördük. Bəlkə o bunun nüsxəsi ola bilər. İstəyirəm bunu deyəm ki, çünki bu Həzarfən. Bunu da yazım. Həzarfəni tazaşdan burada yazsın. Muhammed ibn Əl-Hac Əhməd. Həzarfəni görək ki, Həzarfən
İndi adı yadımdan çıxdı, nə idi bunun? Kimin ismidir? هزارفن اسم یک شهر تاریخی معروف در تاریخ عثمانی ترکیه است. نام کامل او هزارفن احمد چلبی، به فارسی هزارفن احمد چلبی. معنی لقب هزارفن در زبان فارسی یا عثمانی کسی که هزار علم می‌داند یا بسیار دانا در علوم مختلف است. هزارفن. او در قرن 17 میلادی یعنی 1640 ta 1609 1609 ta 1640 yaşayıbdı. Yəni çox da ömr eləməyibdi. 31 il ömr eləyibdi. و در منابع تاریخی گفته می شود که با وسایل ساخت خود توانست از بالای برج گالاتا بپرد و با کمک جریان باد تا سمت دیگر بوسفور در اسکودار پرواز کند. به عنوان یکی از نخستین تجربه های پرواز انسانی ثبت شده در تاریخ şناخته می شود. عجب، bunu mən bilmirdim. Bu adam و bunun şeyin oxumalıyıq. Gerçi bəzi müvərrixan این داستان رو بیشتر در حد روایت تاریخی می‌دانند. اگر belə bir şey vardı ta نباشد چیزی ki مردم نگویند چیزها اگر bir şey olmasa dilə də düşməz. Munta əcib bir şeyləri biz tarixə bənzətmişik. Mən yadıma gəlir, uşaq idim, Rahnumayıda inqilab hələ onda başlayırdı. Yavaş-yavaş mən də Rahnumayı 5-i oxumuşdum, 6-ya girmişdim. 6 yox idi o zaman, 7-yə girmişdim. Nədən idi? Bizi belə şey edirdilər. İnsan gəlirdi 1, 2, 3, 4, 5 oxurdu, 6 yoxdu, 7-yə girirdik. Gecə oxuyanda 1, 2, 3, 4 yox idi, 5-ə gedirdi. Calib idi, bunları bilmirdim. Niyə belə bir oyun götürürdülər? Hər halda belə bir oyun var idi İranda şah zamanı. İndi də fikrim var elə. Nə cürdür bilmirəm. Əlbəttə indi dəqiq bilmirəm ki, orada nələr keçir. Tamam, bu da bizim bu günləri bu Həzarfənə görə oxuduq ki, bu bir dəstgah düzəldib və onunla Qalata börcünün Qalata kuləsi deyilir də. Qalata kuləsinin başından uçub gedibdi o tərəfdə Üsküdarda düşübdü. Yəni o oradakı o Bosfor şey vardı, boğazı, o boğazı keçibdi. İstirdim onu deyəm ki, mən şah zamanının axiri, inqilabın əvvəlləri, inqilab başlayan zaman 7-ni oxurdum. Furqani deyə bir Höhmavarda bir mədrəsə var idi. İndi sonralar adı dəyişdi, sonralar qız mədrəsəsi oldu filan. Orada dərs oxurdum. Onun kitabxanasından başladım kitab oxumağa yavaş-yavaş. Bu Əbu Əli Sinanın haqqında bir kitab götürdüm oxuyan. Calibdir. Əcib nağıllar yazmışdılar ki, niyə bu adam ağıllıdır? Yəni bunun ağıllı olmağın heç kəs orada yazmamışlar ki, bunun dədəsi ustandar idi, pulu var idi. Bunun əlbəttə qardaşı da buna tayidir. Qardaşını biz nədən isə tanımırıq, onun kitablarını oxumuruq. O halda ki, onun qardaşı da özünə tayidir. Çünki dədəsi o zaman böyük bir adam idi, idarə sistemində, məsələn, deyək ki, fərmandar idi, ustandar idi, vali idi hər halda. Bu vali deyən adamın millətdən vergiləri yığırdı, birazını verirdi mərkəzə, bir çoxunu da özünə saxlayırdı ehtimalən. Ona görə eləyə bilirdi, məsələn, dedik bir dənə kitabı ala 1.500.000 liryə indinin pulu ilə ki, 3 adam işlirdi, 3 il işlirdi. Onun üçün görürsünüz ki, bunun oğlu o kitabları oxuya bilir. Amma mənim dədəm ki, ala bilməyəcəyidir, mən savadsız qalırdım. Çünki mənim dədəmdə zəmi əkir, zəmidən pul çıxmır ki. Yəni, çıxsın məsələn, ildə elə öz qarnını görsün. O qədər pul çıxmır ki, yazıq məsələn gedib bir ziyarətə belə gedə bilmirdi, bir ayrı şəhərə gedə bilmirdi. Yəni, əkinçidir, ya çobandır, ya elobatçıdır. Ya bunlar hətta tükan bazarçı, yəni bunlarda o qədər pul olmaz ki, uşaqların gətirirlər, qoyarlar. Məsələn, uşaq da ildə 2 kitab heç olmasa oxumalıdır. 2 kitaba məsələn 3 milyon, 4 milyon gərək lirə bugünkü pulundan verə, o zamanın pulu, yəni o zamanda elə bu qədər də. Yəni, deyək ki, o zaman indinin lirəsi, deyək ki, məsələn, hər lirə, məsələn, o zamanın 1000 lirəsi. İndinin 1000 lirəsi o zamanın 1 lirəsidir, məsələn. Bu qədər də eləsək ki, yenə də çox baha idi. Amma onun əlindəki imkanı var idi. Gördük ki, məmulən şahların, xanların uşaqları dərs oxuya bilirdilər qədim. Ona görə elmi məhdud idi. Çünki vaqəən pul çatmırdı, insanlar eləyə bilmirdilər. Əlbəttə, türklər bir sistem yaratmışdılar.
Ə, bunu da çox şeydən sonra görürük. Əbbasi dövrəsindən sonra görürük ki, türklər yavaş-yavaş başlayırlar, hər kəsin gücü var, qərihəsi var, onları həm dövrələrinə toplayırlar, öz həndəvərlərinə toplayırlar, onlara pul verirlər ki, onlar yaradıcı olsunlar, düşüncə yaradıcı olsunlar, tərcümə eləsinlər, yazsınlar, oxusunlar və bir də mədrəsələr açırlar, adına məktəb deyilir. O məktəbxanalarda toplumu idarə eləmək amaclı insanlar tərbiyyət edirlər. Bir hissəsi gedir, məsələn, ədliyyədə işləyir, bir hissəsi gedir mədrəsələrdə dərs deyir, bir hissəsi gedir namaz, orucun dalısıcan gedir, bir hissəsi gedir divan işlərinə gedir, bir hissəsi siyasətə gedir, bir hissəsi də orduya gedir. Yəni belə bir sistem və ittilaat ya sistemi ki, istihbaratdır, yığsın, bu da görünür, bu da onların içindədir. Hər halda gedək kitabımızın çox uzatdıq bu günləri, amma gözəl də sözlər düşündük 50-ci səhifəyə. Gəldik indi kitabın özünün başlayaq. 1 səhifə, 2 səhifə, 3 səhifə, 4 səhifə boşdur. Axırda da bir 6-7 səhifə idi, 10 səhifə boşdur. Bismillahirrahmanirrahimi biz deyək, çünki burada yazılmayıbdı, yazılsa da silinibdi. Ola bilər ki, qırmızı ilə yazılmış idi, silinibdi. Bismillahirrahmanirrahim. Hamdü sad hamd ol Hazreti Zilcelal afریدگار kim جویبار şəmşir salatin adl ayin ilə. Bu kitab mənə çox tanış gəldi. Bu cümlələri mən tanırım. Bir yerdə bunu oxumuşam. جویبار şəmşir salatin adl ayini ilə həqiqi روی زمین لالزار امن و امان eylədi. Şükrü, səd şükr ol tac bəxş şahan cahan olan həkim mütləq kim cəvahiri tiğ cahangir muluk ilə həmişə islah məzac kainat eylədi. Bunlar mənə çox tanışdır. Bunları bir yerdə oxumuşam. Keçicaqda. Bir kitabda oxumuşam. Bunlar bilmirəm kitabın ortası idi, əvvəli idi, harası idi, amma mən əvvəli olacaqdır. Çünki bu kitabın əvvəlidir, onu oxumuşam. Həmişə islah məzac kainat eylədi. Təsliyyət deyə belə bir şey yazıb, amma o təsliyyət ki biz deyirik onun deyil. Bu və təhiyyat. Təsliyyət ehtimal həmin salat sözündən gələn sözdür. Təsliyyət və təhiyyat, təslimat ol büzürgüvar cahan və sipahsalar kön məkan şəfi روز محشر ساقی آب کوثر ساقی demir ساقی آب کوثر سید کائنات سند مخلوقات نبی مجتبی و رسول مرتضی محمد و مصطفی بیت sallallahu aleyhi ve sellem Muhammed kainatın serveridir. Buradan bu isə değişir. Yəni üstə oradan ki başladı təsliyyət, oradan o şeyi ki oxumuşdum, bu deyil. Amma ola bilər ki bu Həzarfən yazdığı kitablarda o əvvəldəki cümlələri siyasət haqqında yazanda, o da yadıma gəlir. O kitab da siyasət haqqında idi. Siyasət haqqında, tarix haqqında yazanda onları nə edir? Gətirir, bu cümləni yazır. Çünki çox önəmli bir cümlədən danışır. Muhammed Mustafa beyt. Muhammed kainatın sərvəridir, sipehri afəriniş əxtəridir. Salavatullah və salamuhu aleyh və ala sairil ənbiyai vəl mürsəlin. Ma darətis səmavatil ula vəl ərzin və dəəvat səadat və dəəvat səadət qərin nücumi asman din و کوکب برج تمکین olan اصحاب و اعوان و انصار احمد مختار و خiyar dostlar bu ki biz xiyar deyirik Gülbəsər o deyil. Burada xiyar yəni yaxın dostlar və xiyar muhacirin və ənsarın məraqid cəmi mərqəd məraqid məğfirət və mərasidinə olsun. Mərasid mərsəd rəsəd
sözündəndir. Getsin, onlara yetişsin və mərasidinə olsun Rizvanullah Taala əleyhim. Orada bir şey yazıbdır. Xülasədir, bilmirəm ya da ki, əlbəttə kitabda orada bir zərrə cırılan kimi olubdur. Çürüyübdür. Nə cür olubsa belə çəkiblər, onu yapışıblar ki, qopardalar. Cırılıbdır, gəlibdir bura. Əcməin olacaqdı ora. Mən o əcməini burada özümdən oxuyayım, amma biraz da bənzətdim. Bə'd ma yəni bunlardan sonra. Adət vacibül vücud və sene-i seniyye Hazreti Hakkı bunun üzerine caridir ki her qarnidə təmhid qəsr əhkam şər və təsyidi və təsisi əsasi əsli fər'i üçün bir sahibi qıran ali şə'nin vücudi vasitəyə əmn və əman olub. Burası da mənə tanışdı. Burada da bu Bə'd madən sonra mənə tanış gəlir. Yəni adət vacibül vücudi mütləq və səni Həzrət Haqq buradan, yəni o buradan bu üzə mənə tanış gəlir. Yenə bu Həzarfənin kitabından hətmən oxumuşam və təsis hala Həzrət Haqq bunun üzərinə caridir ki, hər qarnidə təmhid qəsr əhkam şər və təsyid və təsyid و təəssüs yazım əlbəttə. Təəssüsi əsasi əsl fər'i üçün bir sahibi qıran ali şən vücudi vasitəyə əmn və əman olub. Münşi həffül qələm, münşi nəşr eləyən, yazan. Münşi mənşədəndir, qalxan. İnşa eləyən, yazan bir şeyi inşa edir, yaradır, göyərdir. Münşi əslində mənşədən də nəşr sözündəndir. Nəşr sözü yerdən göyərən bir şeyə nəşr deyirlər. Münşi də yəni bir şeyi göyərdir da. Orada yazını ki yazırsan, o qalır və getdikcə də insanların arasında yayılır, bar verir. Münşi hiffül qələm və katibi rəqəm qədəmi mənşur və katibi rəqəmi qədəm mənşur xilafət pak bəsiti xaçi bir padişahi xəşid, belə bir şey görürəm. Bir padişahi naxəşid, belə bir şeydir. Cah sahibi idrac tamə təhrir və təsdir edib. Bəsit xaçi yer padişah Cəmşid. Yer padişahı Cəmşid bir şayət də bir olacaqdır. Bəsit xaçi bir padişahı Cəmşid cah sahibi idrac tamə təhrir və təsdir edib əlqab müstətabini inna cəəlnəkə xəlifətən fil ərzi unvanı ilə məənvən və əhkami qədri cəlaləti nəssi kərimi təvəlləl mülkü mən təşahət. Bunu orada oxuduq. Axirdəki kəlmə həman burada idi. Əl-mülkü mən təşau misdaqincə. O axirdə şiddıq birinci səhifədir. Burada görsənir. O biri də burada yazıbdır. Düz oxumuşuq. Düz demişik. Nədən isə bu səhifə biricə bu axirdə təkrar olubdur. Əl-mülkü mən təşau misdaqincə mübərhən eyliyə ol zümriyə səriri səltənət və xələəti xilafət şükranəsi üçün züəfai ümmət və rüayai millət ədlü dadur nəsəfət edib daima fəhkimu bil ədli məfhumin cuşi huşi ilə istima qılıb və əmri bil məruf sədasına canu. Səda dedik ki, səd sözü sadla yazılır, səsdir, dağdazadda salan səsdir. Bunu dünən bir yerdə oxuduq. Bir-iki-üç gün bu öncə proqramlarda birini bunu oxuduq və getdik. ChatGPT-də də bunun anlamını çıxartdıq. İndi onu tapmaq çətin olar. Bir də qeydib ona gələnmərəm. Qoy biləsi yazım ki, səda
sözünün kökü nədir və hangi anlamları daşırmış? Burada getdi dedi farsıdır. Dərhal ki orada demişdi bu türkçədir. Bu burada onu gətirdi şey elədi. Yox, bu o deyil. O keçənki o yazıda yadıma gələn iki kəlmə bir-birinin yanındaydı. Sədi. İndi qoy yazıq sədi. Sədi səs anlamında və anlamındadır və sədi haqda sənlə öncələr danışmışdıq. Siz onun türkcə və həmidə əski türkcə olduğunu demişdiniz. Görək nə deyir? سوال خیلی دقیق و حقلیسان. بله اینجا لازمdir bir توضیح روشن بدم. Cəlibdir. Bu da bilmir neynəsin. Bəli, incə lazımdır bir توضیحی, bir təshihi روشن بدم. Sədi چیه؟ Sədi با صاد عربی الاصلdir və از ریشه سعدی می آید. در عربی صدای پژواک انعکاس صدا، صدای برگشتی از صدای tamam ərəbdən gəlmə sözdür. Necə ki dedi bəcəd bələ sədi xud seda نیست bəlkə pejvak sədaست. Tamam. Aya sədi türkcə ya əski türkcədir? Nə? Tamam. Elə bu qədər bizi görər. Sədi ərəbcədən gəlmiş olsa farsça söz deyil. Seda sözüdür. Ondan düzəlibdir. Pejvak. Səs. Tamam. Dedi ki guşi مفهوم جوش و هوش ile istimam kılıb və əmr be ma'ruf şükranəsi üçün züəfay ümmət və rəayəyə millətə ədl dad və nəsəfət edib, nəsəfət insaf sözücə bundan düzəlir. Ədlidən biraz yuxarıdır. İnsafla ədlin, qoy burada fərqini soruşaq. Fərqi İnsaf və ədl nədir? Bunu da buna görə ki, cümləmizi bu farsı baş düşməsin. Yazaq ki, insafla aydad. İnsafla ədlin fərqləri nələrdir? Tamam, görək bunu göndər. İndi niyə bunu göndərmədi? Solun dəqiqdir. İnsafla ədalət, ədl bir-birinə yaxındır, amma tam olaraq eyni deyil. Fərqlarını sadə və roşən şəkildə yazıram. Ədalət nədir? Qanun, qaidə və haqq əsasdır. Hər kəsəyə haqqı neçədirsə o qədər verilir. Bitərəfdir. Ehsas qatılmaz. Beləliklə bəzən sərt olur. Qələt yazıbdır. Misal, 2 nəfər bir qanun pozub, 2 nəfər bir qanun pozub. Hər ikisinə eyni cəza verilir. Ədalət. İnsaf nədir? Vicdan və insanlıq əsasıdır. Özünü qarşı, yəni bu heyət-i münsifə ki deyirlər, bu insaf məsələsidir. Özünü qarşı tərəfin yerinə qoymaq. Mən indi özümü, məsələn, istəyirəm deyəm ki, filan iş yaxçıdır, pisdir, xeyirdir, zərərlidir, özümü onun yerinə qoyuram. Məsələn ki, görüm ona şərait, niyyətə və hal baxmaq. Şəraitə, niyyətə və hala baxmaq. Ədalətdən daha yumuşaq və daha insani. Misal, qanun cəza deyir, amma şərait-i nazirə alıb
cəzanı azaldırsan. İnsaf beləsi. Tamam, bunu bildikdə da bu tamam, onu da anladıq. İnsafın mənasını bildik. Mən də ki insaflıyam, o da bildik. Daima dad و نسف edib daima fəhkumu bil ədli məfhumin cuşu huş ilə istima qılıb və əmr bi məruf sədasına can و dildən itba etmək cümleyi faraizdəndir. Faraiz vacibatdır. Binaen علی هذا padişahımız اولاد خلیفه ربانی صاحب قرآن الفی ثانی سلطان ربعی مسکون شاه اقالیم سبعی گردون نتیجه زمین و زمان سایه یزدان افتخار آل عثمان kimdir? Kitabı hangi dövrdə yazıbdır? El-Sultan və huvə افتخار آل عثمان إلا وهو السلطان ابن السلطان أبو الفتح والمغازي السلطان محمد. Bunu oxumuşuq qabaqcan, mənə tanış gəldi. Sultan Məhəmməd ibni Muhammed Xan ibni Qazi ibni Sultan İbrahim Xan. Bu o deyil. Qazi ibni Sultan Məhəmməd Xan Qazi ibni Sultan İbrahim Xan ibni Sultan Əhməd Xan. Tamam. İndi bunu elə biz beləsi götürək, burada yazaq, görək ki, hangi tarix verir? Çünki bu kitabın tarixini bizə göstərər. Sultan Məhəmməd Xan ibni Sultan İbrahim Xan ibni Sultan Əhməd Xan. Görək qələt yazmamışıq. İnşallah ki, qələt deyil. Sultan Məhəmməd Xan ibni Sultan İbrahim Xan ibni Sultan Əhməd Xan, yəni Sultan Məhəmməd Çaharrum Usmani Rabi'i burada yazıbdır. Bu Rabi'i də o latincə bir dana 1 dana 7 yazırlar ərəb kimi. Olur 4. 5 də yazanda bir dana elə bir şey X kimdir, nə cür belə bir xətt olur. Şəcəri Kuta, Pedər Sultan İbrahim Xan, Pedər Sultan İbrahim, Pedər Büzürg Əhməd Xan. Əvvəl, Əhməd Xan əvvəl. Zindagi və təvəllüd. Təvəllüd 1032 üzr istəyirəm. Hicri qəməridə doğulubdur. Səltənət 1058 ilə 1099 arasında səltənət eləyibdir. 41 il. Tamam. 41 il səltənət eləyibdir və 104-də də 1104-də də ölübdür. Fot 1104 ildə ölübdür. Yəni bu 5 il ehtimalən çox da ömr eləməyibdir yazıq. Yəni 4 il oradan 44 il zədə ömr eləyibdir. 46 il. Yox. 48 il ömr eləyibdir üst-üstə. Və ehtimalən ömrünün o çağında, o 4-5 ili ləqəb məşhuru avcı. Avcı imiş. Görən bunu kim öldürübdür? Ya kodeti olub əleyhinə. Köprülü besyar purrəng şud. Cənghay mühüm ərteş Otriş, Lehistan və Rusiya ilə savaşıbdır.
mühasir Viyəndə deyir şikəst yiyibdi. Yeniçerilər onu götürüblər. Bəli, Yeniçerilər şuriş eləyiblər, onu götürüblər. Tamam. Yəni bu kitab indi bunu da çıxadaq ki üzr istəyirəm. Deyək ki, bu adamın ömrünün vəsətində, səltənətinin vəsətində, yəni bu adam əgər səltənəti 1058 ilə 99-un arasında olubdur, deyək ki 80-də məsələn. 80-də bu kitab yazılıbdır. Deyək ki 1080 bundan çıxaq 1447 360 yazı tarixi 367 il civarında. Yəni 367 il öncə bu kitab yazılmış ola bilir. Çünki burada bu kitabı o dövlətin zamanında yazdığını deyir. Qət'ə səru iqbalu nəhali dövləti sərsəbz olə gülşəni ömrüvi gülünə irməyə badi xəzan. Ehtimalən mən beləsi oxuram, bəlkə də iştibah oxuram. Dövləti ilə olə daim kamibin kamyab, kamibini kamyab, nəszi ilə olə hərdəm kamkari kamran, iqamət umuri diniyə. Bu görsədir ki, şah diridir də, ona yazır. Ona görə biz də bunu bu tarixə gətirdik. Biraz aşağı yuxarı ola bilər. Yəni indi ola bilər məsələn 350 olsun, ola bilər 300 məsələn 400-ə yaxın olsun. 400-ə 2-3 il, 5 il qalanda olsun. Məsələn, o tarixi ona görə civar yazdıq ki, yəni bu civarda, bu aralıqda yazıbdır. Məsələn, deyək ki, 350 ilə 400-ci illər arası yazıbdır. Bu qət'idir. Amma 400-dən, məsələn, 400 deyək ki, da bəli, o hududda, bir il orada kodita eləyiblər, o koditadan hələ heç o koditanı çıxsaq, elə o civarda bu kitab yazılıbdır. Nüsrəti ilə oləd hər dəm kamkari kamran, iqamət umuri diniyyədə bəzli məqdur etmələri ilə pərtüvi ədillərində zülməti zülmü e'tisani səhifi aləmdə nabud və napeyda olub xələdəllah subhanəhu mülkəhu və sultanəhu və vazih və əvzəh ələ kafətül ənami yədhü və ihsanühü və əvzəhə uzalda əlin aça ələ kafətül ənami yədhü və ihsanəhu amin ya Rəbbəl aləmin. Kitabı yazıram, mənə yaxçı pul ver. Be səbəbi təlif və ismi kitab. Tamam, gedirik kitabı görək niyə yazıbdır. Ərbab-ı uqul və ulul əlbab və min indihi elmül kitab zəmiri ilham pəzirlərinə xəfi dəcüldür. Yenə bunlar mənə tanışdır. Bura hər nədən isə bura mənə tanışdır. Ki əşrəf əxbar nafiə və əltaf əsmar camiə bədə kitabullah əl-münzəli və xitab-ı nəbiyyil mürsəli təcəssüs mənaqib ənbiya və mürselin və siyəri məratib müluk və salatin olub mururi sinin və şuhud ilə və gərdişi gərdun duhur ilə sudur edən ətvar əcibəyi əl-asarə əcibətul asarə ittila və asari qəribətul ətvari İstima baisi təhsili sərmayi hikmət və səbəbi təkmil pirayi ibrət olduğu mühəqqəqdir. Lakin kütəb-i təvarixidə olan cəraid-i fəvaid, bu kitabı mən oxumuşam. Qətiən bu kitabı oxumuşam. Əksəri kəvirətül cüssə və kəsirətül qissə olub, xatiri müstəmi əğraz kitabı və xülasi mafil babi kəma yənbəği idrak edəmiyib istimaindən iba və təb-i qari oxuyan. Təb-i qari daxi əvaili kələmi əvaxiri ilə
zəbtidən aciz qaldığı səbəbdən bu zəif biquvvə və nəhif biqudrə Hüseyn Əşşəhir Hüseyn Əşşəhir bi hezar fən Gene burada yazıbdır. Hüseyn Hezarfen. Hüseyn yazarı da yazaq burada yazar. Hüseyn şəhir be hezarfen təvarix bədayi və qayidən istifsar və istixbar olunduqda heyni xitabıda hazır cavab olmaq üçün elmi tarixdə mən bunları oxumuşam. Bunu oxumuşam. Onun üçün bu kitabı burada qoyuram qalsın. Çünki bu kitabı mən daha buradan müzəsini bildim. Yəni buradan hey şək gelirdim, amma daha kamilən bildim ki bu kitabı yazıbdır və qabaqcadan oxumuşuq. Gedək bir o birisi kitab ki indirmişdik, ona bir baxaq. Bu kitab görünür, elə əvvəl səfəni açırıq ki baxaq, görürük ki bu kitab müsəlmanların və türklərin əlində deyil, Fransada saxlanır. 400 Burada da yazıb tarixi Moğol və müsəlmananı Çin Uyğuri. Tamam, bu da bu birinci kitab idi burada. Bu da ikinci kitab olsun. Bunun adı nə mənədir? History de la Grand Çengi Koçgari. Burada Koçgari yazıbdı, amma Koçgari nədir vaxtı onu bilmirəm. Biraz bunu yekəldik. Görək ki, burada nə yazır? Yazır ki, Fransədir. Mən Fransə bilmirəm, fəqət bəzi tarixlərə baxıram. Üstə yazıb ki, tarixi Moğol və müsəlman Çin Uyğuri 434 səhifə. Bunlar qalsın, səhifəsini yazım. Səhifə sayı 434. Adı qalsın, bunları sonra yazarıq. Çünki burada bilmirəm nə yazır. İstəyirəm görüm ki, bunun içində bir tarixdən zaddan vardı. 17 Juliet 1978-də bunların əlinə keçib ehtimal verirəm. Bu kitab burada da 6-7 bəndidə bir şeylər yazıbdır ki, bilmirik. Kitabın özünə baxaq. Kitabı kiçildək. Kitabın özünə baxırıq. Çox oldu. Kitabın görürük ki, Osmanlı dövründə yaranmış nəqqaşidən bunun üzünə çəkiblər. Suyun üstündə qərə mürəkkəb ilə nəqqaşi çəkiblər. Onu getirdilər kağızın üstünə. Kitabın cildinin birazı göndür. Gönün üstünə nəqqaşi yapışdırıblar. Qalıbdır. Yəni kitab ehtimalən kollən göndür. Üstünə nəqqaşi yapışdırıblar. Osmanlı dövrünün şeylərinədir. İçini açırıq. İçində cildin içində də nəqqaşini bir ayrı şəkildə qırmızı və zeytuni rənginlə görürük ki, suyun üzündə nəqqaşi çəkiblər. Onu yerində vurublar bu kitabın cildinin üstünə. Cildini də görürük o yüzden kitabın şeyi bu tərəfdən görsənir ki, qatlanıb içəriyə bunun altındadır. O birisi səfiyyədə bunu aparıblar. Yəni o cildin içinə vurulanı bu birisi səfiyyədə yapışdırıblar ki, o kitabın şirazəsi ki vardı, onu daha çox davamlı eləsinlər, cırılmasın, kitabda qalsın. Bu cilddən indi bu kitabın bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 səhifə əvvəldə ağ gedir ya da cildiləri göstərir. Onlar da kitabdan hesablanırlar, amma içində yazı yoxdur. Sonra Bismillahirrahmanirrahim ilə başlayır. Çox gözəl bir xətdir. Bu xəttin adını bilmirəm, necə ki o birisi xəttlərin adlarını bilmirəm. 2 dana Fransəllər aşağıda möhr vurublar. Kitab Bismillahirrahmanirrahim ilə başlanır. Sətirlərin əvvəli, axiri bir-birinə düz gəlir nəzərə gələn beləsi, amma çarşıviyazıda salınmayıbdı. Xüsusən bu ikinci səhifədə o sətirlərin əvvəli ilə sonu çox belə düzdür. Sevdim bunu. Amma biz buna xoşnevisi deyirlər İranda. Xoş yazmaq, gözəl yazı. Əl yazıdır. Sətirlərin arası əl ilə bunu bəllidir ki, bunu yazan mütəxəssis deyil. Dövlət sistemində də deyil. Onun üçün sətirlərin arası aşağı yox, çox azalır, çoxalır. İki sətirin arası bəzi yerdə azalır, bəzi yerdə çoxalır.
İki sətrin arası bəzi yerdə moc yeyir. Dərya mocu kimi mocludur. Bir yerdə çoxalıb, bir yerdə məsələn əvvəldə azdır, ortada çoxdur, qıraqda azdır, ya qıraqda da çoxdur, ortada da məsələn biraz çoxdur, ya bizim əvvəldə də daha azdır. Bunu görürük ki, düz getmir. Xətt hər halda düz bir xəttə yazılmayıbdı. Bəzi kəlmələri qırmızı yazıblar, bəzi kəlmələri qırmızı şey ediblər, amma xətt bu səhifədəki 14-cü PDF-də 14-cüdə kamilən dəyişir, qələm dəyişir, xətt dəyişir. Biraz bəlkə də dəyişmir, amma mən dəyişik görürəm. Mən dəyişik görürəm. Yenə də bu 15-ci səhifədə də nəzərimə dəyişdi biraz. Amma həman adamdır. Yəni ehtimalən bu da xanımısı ilə, zadı ilə sözü çıxır. Əsabları qatışır. Bəzi gün yekə yazır, məsələn bu səfəni yekə yazıbdır, bəzi səfəni çıxılı yazır. Hövsələsi olanda xəttlər düz çıxır, hövsələsi olmayanda xəttlər əyri-üyrü çıxır. Məsələn bu səhifə xəttlər düzdür, sətirlər düz bir xəttli yazıblar, amma o birisi sətirlərdə görürük ki, indi bu 2-3 səhifədə düz yazır. Amma burada yenə görürük ki, yenə səfələr qatışdı. Yəni qalıbdı o evdə halı havasına, ya o işlədiyi yerdə halı havasına. Bəlkə oxuya bildim bunu, bəlkə oxuya bilmədim. Çünki o şey ki, xoşnevisi deyirlər, bu o qələmlə yazılıbdır. Qələm də hərdən dəyişilir. Kitab çox uzundur, 434 səhifədir. Mən biraz sürəti çoxaldıram ki, səhifələri biraz sürətinə vəraq vuraq. Bir də ki, bunun əksini salanda ehtimal verirəm ki, flash vurublar, işıq salıblar. O işıq kitabın bir miqdarının işığı çox olduğu üçün oranın rəngi az görsənir. Fokusla, yəni əgər bir cür danışsaq, biraz təxəssüsü desək, əkkaslıq, fotoqraflıq təxəssüsünü desək, fokusu kitabın üst tərəfinə, baş tərəfinə, aşağı tərəfi fokusdan çıxıbdır və şeydir, tozlaşıbdır. Amma kitabın xəttində şey yoxdur, salim qalıbdır. Kitabın burası var, kitab salimdir. Qıraqları saralıbdır. O kağız hər halda bir zamandan sonra yavaş-yavaş gedir çürüməyə tərəf. Çox gözəl xətti var, insafən. Allah səlamət eləsin, mənim bir əmoğlum var, onun gözəl xətti var, gözəl xət yazar. Cavanlığımızda mənim nəqqaşım yaxçı idi, onun xətti yaxçı idi. Məndən 1-2 il bəlkə o üz büyüz. Bəzi səfələrdə hətta sətirlərin sonu da dəyir bir-birinə. Yəni bəzən qarın çıxadır, bəzən qarını gedir səhifənin ortası gedir içəriyə. Onu görürük. Bunlar önəm daşımır. Önəm. Əlbəttə onlar da şeyin yəni adamın rəvanşinası ya psixoloji elmi ilə bu yazıya baxıb bu adamın biraz o halı ruhiyyəsini analiz eləmək olar. Onu o cür onların üzü ilə eləmək olar, yazının formu ilə, hərəkəti ilə, dəyişməyi ilə dəyişdirmək olar, amma o bizim işimiz deyil və biz də o işə girmirik. Zahirən burada bir yağlı bir şey düşüb kitabın üstünə, sümükdən zaddan bir şey yiyirmiş, kəmiki düşübdür, tez də götürübdür, amma 2 səhifədə onun yağı qalıbdır, yağlıymış, yağı qalıbdır. Məsələn, o da görsənir. Beləsi, yəni kitabla yaşırdılar, kitabla bizim kimi dəyi gedələr. Burada da bir-iki dənə elə bir şey yağ damcalayıbdır. Bu adam mənə şələxtəymiş biraz. Pıntıymış, yəni şələxtə farsca, bilmirəm şələxtə hardan gəlir. Amma pıntı türkcədə yaxçıdır. Yəni adam, məsələn burada yağ tökülübdür, bəllidir. Yağ damcı ilə tökülüb bura kitabın üstünə və yeri qalıbdır. Ola bilər ki, o şəm yağı olsun, ya yemək yağı olsun. Amma məncə yemək yağıdır. Çünki hey bu adamın əlindən bir şeylər tökülür kitabın üstünə. Kağızın üstünə tökülür, o kağızda. Ya oxuyan eləyib, ya yazan. Yəni onu mən indi orasını bu adamın şeyini almayayım. Kitabın sonuna gəldik.
Mən bu sonuna da baxım görüm ki, neçə səhifəsi boşdur. Kitabın sonu da eyni ilə əvvəlinə taydır. Baxırıq bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 12. 12 buradan 9 oradan 20 deyək. 20 səhifəsi boşdur bunun. Yəni kitabın yazı yoxdur, amma kitabın hesabı, kitab içi hesablanır. 20 səhifəsini çıxsaq bu olar məsələn 400 deyək 20 səhifə. 420 səhifəlik bir yazı ilə qarşı-qarşıyayıq. Amma bunun son səhifəsinə bir baxaq, görək ki, əcəba burada bir tarix tapa bilirik ki, o tarixin üzərinə görək bu kitab ha zaman yazılıbdır. Üstə yazır tarixi Moğol və müsəlmanın Çin-i Uyğuri belə bir şey deyir, amma görək ki, burada nələrdən danışır. Elə bilirəm ki, qeydib əvvəldən oxumalıyım ki, gözüm bu hurufa. Əlbəttə, burada qələm fərqlidir. Qələm neçə yerdə dəyişir. Burada da dəyişibdir. İntiqal zəmanə pürmelal vəxti larida öz kərəminin iltifat biğayə və mərhəmət bila nəhayə larının din nomid və məhrum qoymağaysın. Rəbbənə ətmim lənə nurənə və əğfir lənə innəkə ələ kulli şeyin qədir. Allahümmə əvsəlnə ilə məqasidina və təb ələynə və tüb ələynə innəkə əntə ət-təvvabur rəhim. Allahümmə əğfir li və ləvalideyyə və لأستاذي والجميع المؤمنين والمؤمنات والمسلمين والمسlimat. İnsanlar, ustadları bunlara nə qədər xidmət edirmiş ki, onlar kitabı yazılanda, oxuyanda Allah mənim ustadıma da rəhmət elə. Mən yadıma gələn 1-2 dənə ustadımdan sonra heç birisinə Allah rəhmət eləsin demirəm. Bir dənə İlməhsəlan ustadım var idi, son həm cavan idi, həm də son illərdə ki, mən danışqaha istirdim gedəm, o zaman onun yanında işlədim. Ona İlməhsəlanlıqda ona Allah rəhmət eləsin, özünə, ailəsinə deyərəm, o orada. 1-2 ustadım var idi sənətdə, onlara da sənət texnoloji işlərində onlara da rəhmət olsun deyərəm. Amma əvvəl ibtidaidən danışqahın sonunacan 1-2 dənə ustadım ki, danışqahda var idi, onlara rəhmət olsun deyərəm. Ondan sonra demərəm. Məsələn, Əbdülhüseyn ilə mənə var deyil, məsələn, o da cami şinasıdır, bu hizb-i şeyin, millilərin, farsçıların liderlərindən idi. Məsələn, ona rəhmət olsun demərəm. Amma məsələn, içində var idi Döktür Mehdi Mohsuniyan, Rad, Qəndi, ustadlarımın bir çoxunun adı yadımda deyil. Məsələn, bir dənə cavan ustad gəlmişdi Almandan, onu məsələn deyərəm, ondan bir vahid, iki vahid, yəni bir dərs ya iki dərs oxudum ondan. Ya məsələn, Döktür, niyə bunun adı yadıma gəlmir, Döktür? Çox da məşhurdur, sonralarda səhd eləmişdi, Allah səlamətlik versin, hala diridir bildiyim qədər. Xatəminin, Seyyid Məhəmməd Xatəmi ki, rəis cümhurdur, onun muavini idi. Bizim yaxçı, çox ağıllı və bizə nəzəriyyələri dərs verdi. 2-3 dənə dərs mən onu oxudum. Çox şərif insan idi. Çox şərif bir insan. Amma təəssüflə indi adı nədən isə gəlir zehnimə gedir. Yəni kamil gəlmir adı. Onu mütəəssifanə. Məsələn, onlardan sonra çox ustadlarımı mən görə bilmirəm. Yəni, o qədər insan görə bilmirəm ki, onlara Allah rəhmət eləsin deyim. Çox işgəncəgər idilər. Cismi işgəncəgər, ruhi işgəncəgər, tohin deyən, söyüş verən və təhqir eləyən. Hətta danışqahda adam bizi təhqir elirdi. Adam neçə cild kitab yazmışdı, gəlmişdi kilasa, təhqir elirdi bizi. Türk olduğumuz üçün.
Bunu da deyim, türk olduğumuz üçün. Yəni şəxsi mənim özümü məsələn təhqir o zaman diqqət eləmirdim də, deyirdim coç deyir, amma görürəm ki, yox, təhqir hesab olurdu. Yəni mən onu dözdürdüm, o dəlil deyildi ki, o onu deyirdi. Çünki mən orada əqəlliyyətdə idim, o rejimdə yekəlmişdim, o suya, o havaya adət eləmişdim ki, türkçə coç deyərlər, türkçə təhqir elərlər. Yəni təhqir bilmirdim də, əslində onu coç bilirdim, plan bilirdim, amma təhqir imiş deminən. Vəli mənə onu eləmişlər, yox coç deyirsən, niyə nayrahanda olursan ki, məsələn? Bu, onun üçün mən onlara rəhmət oxuya bilməm. Amma qədim bu ustadlar neynirmiş ki, adam deyir ki, Allahum məğfirli li valideyyə vəl-ustazi vəl-cəmi'il mu'mininə vəl-mu'minat vəl-musliminə vəl-muslimat ələhiyyəy minhum vəl-ənbat və rafi'id dərəcati və münezzilil bərəkati və qaziyul hacati Allahümmə inna nəsəlükəl əfvə vəl-afiyyətə vəl-muafətə fid-dini vəd-dünya vəl-axirətə. Tamam, gedək görək. Allahümmə salli ala seyyidina Muhammedin. Görürsə, hətta Həzrəti Muhammedə istir salam görünərsin. Qaldı ustaddan zatdan soruya. Allahümmə salli ala seyyidina Muhammedin və ala ali seyyidina Muhammedin və ala alihi və əzvacihi və zürriyatihi və əshabihil kiramillezine babihum iqtideytum və ihtedeytum və ala melaiketil muqarrabin və ala ahli ta'atin ecmaîn ta'atukel ecmaîn Rabbena atina fid dunya haseneten ve fil ahire hasene ve qina azaben nar ve mahşurna minel abrar ve sallama teslimen abadan hamdan daimen kesira innehu mucibid da'in innehu amin. 1375 görürəm. 1375 yəni bu 90 neçə il bundan qabaq yazılıbdır. Bunu burada hesablayaq. Kitab o cür yazılsa 1375. Bundan çıxaq 1447-ni 72 il öncə yazılıb bu kitab. Bu kitab nüsxədir ehtimalən. Gedək görək ki, əvvəldə bu kitaba görə nə bir şeylər, qərinələr tapa bilirik ki, hangi tarixdə yazılıbdır. Çünki bu türkçəsi Cığatay türkçəsidir. Moğul deyə bunu qələmə almayaq. Bismillahirrahmanirrahim. Həmd bihəd ol vacibül vücudiğə kim hikməti amisəsi birlə külli mevcudatini ədəmi xəlvətxanəsindən ədəm xəlvətxanəsindən vücudi şəhristanigə gətirdi. Şəhristan sözü bəzən bizə deyirlər ki, farscadır, amma görürük ki, burada türkçədə şəhristan yəni yaşam yeri. Vücudi şəhristanigə gətirdi və sənayi biədd ol malikil məlkiğə kim qüdrəti kamiləsi birlə tac-ı xilafət və əfsər-i səltənətni hər günümün şiğə hər kimin siğə xani qoydu. Və hər kimdin xali olacaqdır bu. Xali qoydu və hər kimdin xali aldı. Ehtimalən bu xa deyil. Şiğə xal qoydu və hər kimdin xal aldı. Qoydu, aldı. Bu düzdür. Onu elə amma o xal ehtimal xan deyəcək. Həman xan oxunacaqdır. Bəli burada o y şeyincidir. Xandır, xan. Xan süfrə anlamına gəlir. Və hər gah xan birdi, berdi, yəni verdi. Hər gah xan berdi, tutil mülkə mən təşa və liğeyri mən təşa'u təğəyyürü mən təşa'u və təzüllü mən təşa'u. Beyədikəl xeyr və sipasi biqiyas ol həkmiğə ki məhzi hikməti şamiləsi birlə
insan güruhi intizamına sultani zül iktidarlar lütfü sipasdığığa menut ve mebut ve merbut kıldı. Rubai Zati ki anın kıl huvallahu ehad. Zati ki anın kul huvallahu ehad. Hayyi ki bila taamüdür Allahu semed. Ferdi ki la yok. Ferdi ki yetk ve eldene veled. La ferdi ki yok. Vakti ki yok validine veled ve tera ki kim yekun lehu ahad ve tera ki lem yekun lehu kufuven ahad. Salavati zakiyat ol padişahı risalet mesnet celaliyet nisar ulgay kim küntü nebiyen ve adem beyn semai ve sin beyn el mai ve sin debdiye asaleti din taxti saltanetgه layık ve sezavar oldur ve töhfe-i tahiyyat ve durudi biğayat ol sultan risaletgه kim ve ma ersalnake illa rahmeten lil mu'minin. Əlbəttə çox yerdə aləmindir. Burada lil mu'minin görünür. Kövkəbi risaletidən qürbət qədəm urmaq olar nemkənət şənidir. Şəliduna layıqdır. Rubai şahi ki ərəbi qibli hacat görək nədir? Ayine-i zat oldu. Mirat-ı sıfat kim payrulik etse ana ülüv-i derecat la zale aleyhi zakiyat salavat ve ol risalet der cahimge parçe din asabik ve yargay siddiq aği Ebu Bekr Siddiq razıyallahu anh ve ol adalet ma'ab sahibi durri vel ihtisab a'ni Ömer ibn Khattabi razıyallahu anh ve ol ma'deni cudi sakha vel ihsan ve menbeyi hilmi haya ve cami'ül gran a'ni Osman ibn Affan razıyallahu anhu ve ol rizai ilahi ol rizai ilahi جان دلدن راغب اسد الله الغالب علی اعنی علی ابن ابی طالب رضی الله عنه و علی آله و اصحابه و ازواجه و ذریاته و سلم تسلیما دائما ابدا احمدا کثیرا اما بعد جهان عاقل و فاضل اما بعد cihan aqil ve fazillerinin tabi selimi beyza nezirlerine ve doran alim ve kemali ve kamillerinin ve min müstegim xurşid tenvirlerine roşen ve müberhen olağı kim bu fakiril hagir ve kesir taksir Adem اوladinin kemterin ve insan güruhinin ahgeri kim namlık geçinde ahgerlik birle mecmul ve binişanlık çuçesida süturluk birle mahmul ani Molla Musa İbni El-İsa Xacı Sarayi. Tamam. Kitabın yazarı kim oldu pəs? Əni Molla Musa İbni El-İsa
əl deyil, bu nədir? İbni La İsa, əl İsa olacaq elə. Burada bir dənə la yazıbdır, əl olubdur, amma İsa'sının əvvəlində yoxdur. İsa, la İsa, Xacə Səra mi, Xacə Səra, Xacə Səra mi andağ ərzi qıladır. Xacə Səra mi andağ ərz qıladırlar kim? Ol el-Hakimül Hakimin təğəyyür mən təşa'u və tənəzzülü mən təşa'u sifəti zati birlə qudrəti kəmalini izhar edib, bu etib sılınıbdır, təzaşdan yazılıbdır. Etib padişahi el-miqdari larını karmazəlil zəlili xar və bi-etibar və zəlili xarnigunsarlarını gaha padişahi gerdun medarlıqlarını tefekkür ve gerdun medarlıqlarını tefekkür ve teferrüc qıldı behre ve faide elğandır tarihi ma təqəddümlər kitab müfidlər midin salatin maziyeler əxlaq həmidə və usaf-ı zəmimələri əhvalati və sərgüzəştə və əfalatilar bidin əbəril ibrətül ərlib ibletül ərlib Labib olacaqdır, amma bu nə cürsə mən beləsi oxuram. İllətül əralib, bəli, cəmi labib. Əralib istifadə kutarnamazdın birincə fazil dövran və kamil zaman əni yaran ənis və bəraderan cəlis bu kəmini namurad və əhgəri ibadğa xitab qılıb dedilər kim ey suxən ara mərikəsinin nadanma bərəvani. Bu kəlmə birinci dəfə fərasət-i məclisinin payan nişin karvani zahir və əcnəbi olacaq ehtimalə, yox, əcni və qusuri natəvansiz və lekin salatin maziyelər əxlaq həmidə və usaf zəmilələri gülüstani itrə daxil zümre-i Babilan sizdib böyle yıdılar kim bu Moğolistan yurni yani tiye şehir ehvalati yani tiye şehir ehvalati ve vaqiatlar bidin kim alel husus hezar hayatlık libasi üzere mütelebbis bulgandın bu yüzde gucalık xacələr kafirlər avstingam setala taqib qəzat-ı qılğaynaları və necə zaman hükmi anlıq qılıb aftab dövlət avlatları xurub itqanı və Moğolistan yurti Muhammed Yaqub bək atalıq qaziğə intiqal tafğani və bəzi qərib və əcibdir zuhurğa
kakanı dince mütedeyyin kin bana beçin elmi qədəm gətirib səlam aftab şüayı. Çox gözəl xətt ilə yazılıbdır. Bəzi kəlmələri ləhcədən dolayı və yazıdan dolayı oxuya bilmirəm. Yəni bu hər halda Cığatay ləhcəsində yazıldığı bir kitab olduğu üçün və xətti də çox fərqli yazıldığı üçün, yəni buracan oxuduğum xəttlərdən ki, oxuya bilməmişdim, o xəttlərdəndir. Amma deyim ki, bu məsələn buracan 2 səfə oxumuşam, 3 səfə. Bu 3 səfənin təqribən deyə bilərəm ki, 10 kəlməsini oxumasam, çox hələ iğraqla deyə bilərəm ki, 10 kəlməsini düz oxumadım. Amma ya oxuya bilmədim. Amma vaqiət budur ki, kitab oxunula bilər. Bir türküdə yazılıbdır, Cığatay türkçəsində yazılıbdır. Və burada gördük ki, Moğolistan haqqında yazıbdır. Biraz çox ədəbi yazılıbdır. Burada orası da vardı. Yəni Cığatay dilin ləhcəsində, türkçənin Cığatay ləhcəsində və ədəbi yazmaq çox Qurandan da istifadə edibdir. Xətti də çox gözəldir. İnsafən xətti də çox gözəldir. Dədəsinin adını bildik, özünün adını bildik. Molla Musa İbni İsa Xacı Sıra. Yəni bu belə bir şərif insanla burada tanış olduq və bunun yazısı ilə tanış olduq. Mən baxım görüm ki, nə müddətdir, tamam. Bunun kitabın son səhifəsindən biraz oxumuşduq, amma gedim 200-ci səhifədən də bir neçə sətr oxuyayım və kitabı yavaş-yavaş buyunları bükək. 210-a gəldik, yetişdik. Hər halda şansımıza belə çıxdı. Görək ki, biraz xətt burada dəyişir. Oradakı xəttlər biraz nazik idi, bu xəttlər biraz yoğundur, biraz dağı yaxçı görsənir, bir-birindən də biraz aralıdır. Orada biraz çox bir-birinin içinə keçmişdi, ona görə də bəzən oxumaq çətin olurdu. Əlbəttə xətt dedim yazıldığı üçün və Cığatay türkçəsində olduğu üçün zordur oxuması. Mənim kimi adama ki, türk dilində dərs oxumamışam, çox zor. Nəzm şərqə əgər bulalar dövləti نخفیار بلور فتح نصرت şəhlarğa dücar haman düşər məsələn dücar və səlam. Burada nə mənədir? O qutardı. Nəzm idi o. Bir dənə nəzm şeir şəklində bir şeydi yazmışdı. Şəh əgər bulsalar dövləti Nəxtiyar, indi bu nə mənədir, onu oxuya bilmədim. Bulur fəthi nüsrət şəhlarğa dücar və səlam. Cənab-ı Muhammed Yaqub Bey Quşiki Qazinin nəxüst və səltənəti nəxüst və səltənət cıqqani və müxaliflər sərəncami və ləşkərkiş kütübi qaidi və tərtibi məralbaşı və yarkəndü fəthi və təzxiri və əqvalları huli bəyani. Bir nəfər indi burada adını dedi, Məhəmməd Yaqub Bey adında Quşki savaşçıdır bu. Təxtə nə cür geçir, səltənəti nə cür alır, nə cür müxalifləri və şeylər aradan aparır, nə cür ləşkəri bir yerə toplur. Bunların haqqında deyir, buradan bu yüzden onun haqqındadır. Əhbab-ı sadiq və ərbab-ı mutabiqlardın muvafiqlar və roşən və muayda olğa kim andaq nəql və qəsd qıla durlar kim Məhəmməd Yaqub Bəy Qazi həm bi sərəncam nafərcamlarını müəssəd məlamlar idik sərəncam ilab ol ایزدی متعال و قادر ذوالجلال جل و علا لطفی عمیقیغه توکل و پایمال علوب کاشگی کند و مضافاتلاریغه ورالدی بالاستقبال صاحب و اختیار ادب حاکم
dəstur qallar nəsib et dövlət-i iqbal irlə sərəncam tamam yigit və bəhadurlarğa lütf-i ihsan əda ilab فارغ البال و مرفه الحال oldu. خداوند کریم ataf inayeti birlə lütfi, bu lütfi ataf kimi yazıbdı, ona görə mən belə oxudum. Lütfi, yəni ayrı-ayrıdır. Əlif, lütfil, əlif, ta, fe. Ona görə mən əltaf oxumağa başladım, ətaf oxumağa başladım, amma görürüm ki, lütfidir. Xudavənd-i Kərim lütfi inayeti birlə yıldızlarını başdı sədilik kayuz gətirdi və murad bir ciga urlakli turdi. Amma gecə və gündüz yigit tarla ma və sərbaz İslama qadın başqa məddi və iştiyaq mədi başqa mədi və iştiyaq və larlığa əsla yol takmadılar. Amma iş bu halda məşriq cedirin və küçə xacələr tərəfindən İshak Xacə Ləşkər qiyamət əsər birlə yürüb Barkənd şəhriğə girib öldürdü. Ehtimalen bu yürüb Barkənd şəhriğə girib öldürdü dinan xəbər namulayimlar səm-i humayunlarına məsmu'ul-gay turdi. Bu çaldayıb sərbazlarını, görürsünüz burada sərbaz işlədiblər. Burada sərbaz sözü türkçədə işlənibdir. Sərbazlarını xətti ləbi müsəvvədəna aldı. 12.000 yigit at dəstəli teynəndi burada. At, yaraq, əsləhə mükəmməl və 3000 fiyadəsi sərbazlar, piyadə deyil, burada fiyadəsi sərbazlarını dəftərğə aldı. Camidar da dadxahını 3000 sərbarğa əmir-i ləşkər. Tamam, gedir kitabı bir səfərini oxuduq. Kitabın son səhifəsini ki, biraz oxuduq, ərəbcə idi. Onları yox, amma qeydaq biraz türkcəsindən oxuyaq. Görək bunun tarixin tapa bilirik ya yox. Bir tarix əlbəttə tapa bilməmişdik. Görək ki, burada bir tarix tapa bilirik ya yox. Kitabın son səhifəsində bəlkə bir tarix olar. Bu qissə-i dürüstanın kim və nüqsanlarğa müttəli olğan aqil və danalardan həbəlli daki məxfi cəlli daki məxfi kərəm və üzvləri bir ləib-i nüqsanlarını yafğaylar rubai cəm-i tarix. Burada tarixdən danışdı. Görək ki, əcəba bir şey olar. Cəm-i tarix 70-ə tikancaqda mən əqli idrak təni zəif sərfə məal bulğanda mən. Bu fərakəndə sözüm, pərakəndə deyil, fərakəndə. Bu fərakəndə atmaq. Fərakəndə sözüm və ögürsanız nüqsanını və
görsanınız və görsanınız nüqsanını rəhm edib islah birin. Nə üçün ki, mən bu halidə mən bundan hamil fəqr bibəzaət və ədəmül istitaət qüvvəti və məzuri yegançə həddi bəliğlər gözdi süstlük və təxafül təqsirini üzlərə lazım və rəva görmadilər. Ol kərimi vahibül ətayadır. Durna təqdisindən dərgah olacaqdır. Ya dərgah, ətaya dərgah təqdisindən, təqəddüsidin mətləb və iltica bu kim? Uluğlar və sahibi dil nəzər kimya məasirlərə qəbulluk dərəcəsin müşərrəf etqaysın. Amin ilahi. Bu bəndi zəif bir biçarənin dili siyah dili siyahlarşı öz kəmal qüdrətindin tevhid nuri və mərifət həsrağı birlə roşən. Bu olacaq çırağı. Mərifət çırağı, amma bu çıraq oxum, çığı görmürəm mən. Ola bilər ki, hərağı yazılıbdır. Amma mərifət çırağı birlə mən oxuya bilirəm. Roşən. Çünki bu nöqtəsi yoxdur hər halda. Vəli çıraq oxunur. Ayrı bir şey oxunmur. Tevhid nuri və mərifət çırağı birlə roşən və münəvvər qiyalıb bu bəndi günəhkarını irtihal və intiqal zamanı pürmelal vaxtlarida öz kərəminin iltifat-ı biğayə və mərhəmət-i bila nəhayələrindən numid və məhrum qoymaysın. Buradan bu hissəsini oxumuşduq amma burada tarix görmədik. Əcəba qeysaq biraz da arxadan oxusaq ki, görək bunun. Mən burada bir tarix sözü yenə gördüm, amma biraz gedim arxalıqdan oxuyayım. Görüm nə olur. Himməti məzkur bulğan təriqələr birlə ədailab turğanımdə göngül pürmülulğə bir rübai xutur qıldı. Təəmmüq nəzərim birlə sər hesab barsam binacah gəziyyə ilğaqi yaxşı at və yekan ləfz bu tarixcə itmamiğə əbcəd hesabı birlə həsəbi faal tarix qalıb və rübai. Burada deyir ki, özü əbcəd ilə deyəcəkdir bu tarixi. Ya deyibdir. İndi hangisidir? Onu mən gərək axtaram, burada tapam. Nəzərim birlə sər hesab barsam binacah gəziyyə ilğay yaxşı at və yegan ləfz bu tarixcə itmamiğə əbcəd hesabı birlə hesab faal tarix qalıb. Rübai tillar axır ömrüm çıxmadı bir yaxşı at. Heyf qəflətdə oluy mən şahid ki ulğa yaxşı at. Ehtimalən bu ilğa yaxşı at bu şey olacaqdır. Əbcəd bu sözdə olacaqdır. Çünki şeirdə də bunu işlətdi. Yəni o tarix ki istirdiyə bu alğaqi yaxşı at. Yaxşı atı çox hər yerdə işlədir. Yaxşı at 1, yaxşı at 2, yaxşı at 3. Yaxşılıq umid tutub tarix fünun yadgar. Yaxşılıq umid tutub tarix fütumun yadgar. Yaxşılıq yaxşılıq ümid tutub tarix
فتوبن yadgar sal tarixin ki seversə dingay şir yaxşı. İhtimalən şir yaxşı da o olsun. Şir yaxşı. Şir yaxşı tarixi nəbəvi hicri 20-nin 3-20 yer tuxi yılı Mah-ı Şevval Kərəmün 11-i irdi. Bu tarix ixtitam və tarix itmam və ixtitami şəhəda, qazi, izam və uliyat məşayix kimam, ali məqam, zikr və əlqabları birlə tamam qılındı. Elhamdülillah. Tamam, buradan bu izlədə geçir ona. İndi biz bu tarixi buradan çıxadaq. Burada bir dənə tarix dedi. Yəni bununla belə ki, yaxşılıq ya şir yaxşı, bu iki dənə əbcəd oldu. Amma bir dənə də dedi ki, tarixi nəbəvi hicri 20-nin 3-20. Yəni 60 olar da. Hicri 20-nin 3-20 yer tuqi yılı Mah-ı Şevval 20'nin bunu biraz çətindir bunu bilməyim. Tarixi nəbəvi hicri 23 şədə 1320 yer tuxi 7 olacaq ehtimalən. 1000 tamam. Hicri 1320 1060 Tarixi nəbəvi hicri 1321 Toxi yılı. Toxi ehtimalən il adıdır, amma mən bilmirəm hansı il adıdır. Ona görə o Çində türklərin adları bilirsiniz, türkcə ad var idi, amma Toxi ili hansı ildə onu bilmirəm, amma 21, yəni burada 3 dənə də 1 olsa 63 olar. 1063-də bu kitab yazılıbdır. İndi ən yaxşısı budur ki, yaxşılığı bir yax əbcəd çıxasın, görək ki, yaxşılıq əbcəd üzərə yaz. Yaxşılığı yazsın, görək ki, yaxşılıq nə olur? Yaxşılıq sözünün əbcədi Y10, X600, Şin 300, Lam 30, Y10, Qaf 100. Onlar nə mənə 1050. Mən necə yazdım? 63. Məncə mən yazdığım düzdür. Amma bu 1050. Mən bunu düz gətirmişəm. İndi görək şir yaxşı nə mənə gəlir? Şir yaxşı. Elə bunu da qoyaq. Görək ki, əbcəd. Şir yaxşının əbcədi nəzər gəlir? Sözünün əbcəd hesabı Ş 300, Y10, R 20, Y10, X 600, Şin 300, Y10. Cəmi olar 1250. İndi bunu şirin götürsək nə olar? Əgər bunu mən islah edeyim, o 1250 idi. 1250. İndi bunun bir dəfə də bu şirin götürsək, sadəcə yaxşısı qalsa. Yaxşının özü, fəqət yaxşının özü desə Y10, X600, Şin 300, Y10. 920. Yox, yox. O ki, yaxındır, yaxşılıq elə özüdür tək. Bu yaxşılığı biz qoyaq qalsın. Çünki bu 1063-ə yaxındır. Onun üçün bunu işlədə bilir. Tamam. Pəs bu kitab bunu yazaq. Tarixi kitabın adı
adı Tarix Moğol və Müsəlmanان Çin Uyğuri. Tamam, kitabın adı belə bir ad qoyulubdur. Biz kitabı oxumadıq. Görək ki, əvvəldə gərək biraz da oxuyaydım. Görəydim ki, adı nədir, onları tapaydım, amma olmadı. Kitabın, indi buradan biz iki kitabla bugün tanış olduq. Birinci kitab Tənqihü Təvarixdir. Adı yazar Hezarfəndi 566 səhifədə yazıbdır. Bu nüsxə ki biz gördük, bu 1122-də yazılıbdır. Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xan ibn Sultan Əhməd Xan dövründə bu yazılıbdır ki, bu Sultan Məhəmməd özü 1032-də doğulubdur və 1058 ilə 1099 illər arası şahlıq eləyibdir. 48 il hududən ömrü olubdur və 41 ildə şahlıq eləyibdir, ya 41 il şahlıq eləyibdir. 1104-də də Allahın rəhmətinə gedibdir. Amma yazı özü 367 il öncə bu civarda yazılıb. Çünki şahın zamanında şaha ithaf olduğu üçün onu belə gördük. Yazar da Hezarfəndi ki, Məhəmməd ibn Əl-Hacı Əhməd deyə özünü tanıtdırıbdır. İkinci kitab ki oxuduq. Kitabın adı Tarixi Moğol və Müsəlmanan Çini Uyğuri deyə yazılıbdır burada. Amma kitabın adı mətni kitabın özünün içində oxumadıq ki, görək. Kitabın adı nədir? Səhifə sayısı 434-dür. Molla Musa ibn İsa Xacə Sira. Səra da, Sira yazıb əlbəttə. Sira yazıbdır bunu. Tarixi iki cürə yazıbdır. Özü son səhifədə, son iki səhifədə ki, kitab qutarır. Orada çalışır ki, tarixi iki cürə deyir. Bir, əbcəd ilə deyir ki, yaxşılıq sözün deyir ki, yaxşılıq sözü şeirdə də yazır bu kəlməni 3 yerdə. Əlbəttə, at sözünü də yazıbdır. Mən onu bağladım. Atı da yazsaydıq, bəlkə onun görərdik ki, at yaxşı, şeirdə nə yazmışdı onu? Çünki o calib idi, mən o yaxşılıq, yaxşı at, yaxşı at. Burada yazaq, əbcədi yaxşı at. Görək ki, bunu yaxşı at deyəndə nə çıxır? Bəlkə istəyirəm onu görüm ki, Y10'dir, X600'dir, Şin 300'dir, Y10'dir, Əlif 1'dir, T 400'dür. Bu da olur 1300 yox, bu deyil. Elə o ki, bir onu demişdi, yaxşılıq. Yaxşılıq özü oldu 1050 əbcəddə və amma özü o tarix ki dedi 1003-21. Mən 1003-21 olar 1063. Onu orada yazdım. Yaxşılığa yaxındır. 13 il fərqi olur. O şeydə o qədər fərq eləməz. Yəni əbcəd ilə yazdığı üçün o qədər tarixdə də çox önəm daşımır. Yəni 10 il, 13 il, 10 il. 13 il əlbəttə. 13 il fərq olur, amma o qədər şey eləməz. Hər halda bu günləri bu nəzərimə gəlir ki, mən yavaş-yavaş Uyğur ya Qıpçaq türkcəsində də yavaş-yavaş əl tapıram, yavaş-yavaş öyrənirəm. Yəni oxuduqca da, yəni hər şeyi oxuduqca adam öyrənir. Mən də 60 il ömrümdən sonra yavaş-yavaş başlamışam türkü öyrənməyə. O cümlədən Cığatay türkün ya Üzbəkistan, Qırğızistan, Türkmenistan, Tataristan bunların dillərinin, ləhcələrinə yaxın türkcəni oxumağına başlayıram. Umaram ki, bir radyo tapmışdım, amma qulaq asa bilmirəm. Nədənsə vaxtım olmur ona qulaq asam. Bir 10-15 saat da radiosuna adam qulaq assa xəbərinə, filanına, danışıqlarına özəlliklə çox güclü danışan, açıq danışan, aydın, ədəbi danışan, yəni ləhcə, yəni küçəbazar dili ilə yox, kitab dili ilə danışan uyğa şey tapsaq, Cığataylı danışan tapsaq, təbii ki, o köməklik elər, biz eləyə bilərik ki, bunu yaxçı, bu dili yaxçı, bu ləhcəni daha yaxçı anlayaq və bu kitabları yaxçı oxuyaq. Hər halda Allaha 1000 mərtəbə şükür ki, bugün ömür verdi. Biz bu iki önəmli kitabla tanış olduq.
Allah əgər ömür verirsə və qismət elərsə, gələnki günlərdə Türk dünyasının yaratdığı dil və yazı uyğarlıqlardan bir ayrısı ilə ya ayrıları ilə də tanış olarıq və beləliklə bunlarla tanış olmaqla düşmənlər yaratdıqları keçən 250 ildə, 300 ildə yaratdıqları cəhalət mühəndisliyindən çıxıb Türk dünyasına, Türk anlayışına, Türk düşüncəsinə sarı addımlarıq. Sağ olun, sağ qalın, sizi Allah